Demək, birinci hissə test topusu, birinci situasiya İlahə Mehdi ilə əlin qaldırmısan. Mədətli daha doğrusu. İlahə buyur. Deməli, mənim burada deyir ki, okean dibinin relyefi materik relyefi kimi mürəkkəbdir, lakin bu relyef formaları əsasən yerin daxili qüvvənin fəaliyyəti nəticəsində yaranır. Burada düzənliklərə sualtı qalxmaları və dərin süzüşlər rast gəlinir. Burada birinci şeif zonası da şəkildəki Şef zonasının ikinci adı nədir? şeif zonası. Materik Materik dayazlığı. dayazlığı. 200 metrə qədər olur da, bu düzdürmü? Bəli. Aha, İkinci sonra. materik yamacıdır. Bəli, materik yamacı. Niyə İkinci bunlar okean altında olsa da materik yamacı, nə bilim materik ətəyi və ya materik dayazlığı deyirlər. Suyun altında burada da. qranit qatı. Burada bəli yer qabığının materik tipli yer qabığının əsasən laylarına rast gəlinir. Yəni həm çökmə var, həm qranit var, həm bazalt var. Okeana Bəli. getdikcə qranit itir. Düzdür? Bəli. Sonra İkinci burada absal düzənliklərdir. abissal düzənliklər qeyd edəcəm. Dörd, Abissal düzənliklər, abissal. Aha, sonra dördüncü orta okean hissələrdir. düzdür, Beşinci də orta okeanın okean dağ süslələri. Üçüncü yenə burada abissal düzənliklər var bu heç. ovları. Bu da novdur da düzdür. Okean Materik və okean ovları. litosfer havaların toqquşması. Bəs okeanın altında litosfer havalarının ayrılma sərhəddində hansı relyef vahidlərinə rast gəlinir? Orta okean dağlarına, orta okean hissələrinə. Düzdür, orta okean dağ silsilələrinə düzdür. Amma bir də həm də ayrılmada orada dərin çökəkliklər də yaranır. Onlara nə deyilir? Rift dərələr Rift deyilir. dərələri, bəli. Rift dərələri, yaxşı. İndi baxa birinci suala. Deyir, verilən okean... Birinci elə onu soruşurdu. Mənim aralama sərhədini soruşurdu. Orta Aha, okean hissələri olacaq. orta okean silsilələri və rəqəm olaraq hansı idi? 4 Dörd. idi, düzdür. Sonra Bəli. ikinciyə Bir verilən əsasən okean dibində formalaşan verilən formaları müəyyən edib adı və rəqəmlərə uyğun olaraq yazılıb. Bunu dedik. əslində hamısını qeyd eləmişik də burada, düzdürmü? Bəli. Hı. Sonra İkincidə verilən əsasən 1-5 rəqəmlərlə qeyd olunan okean dibinin relyef formalarının xərit sistemində verilmiş məntiqlərə uyğunluğunu müəyyən edib yazın. aha, Deməli burada bir şeif zonası olar müəllim B variantı, 1-ə B. bəli, yəni 1-ə B uyğun gələcək, bəli. Bəli. 3 olacaq C variantı ilə Y variantı. Okeanın düzən. ortasındadır deyə ona görə, düzdürmü? Bəli. Hı. 5-ə də olacaq. 5-ə də 5-ə də A ilə D variantı. Cənubi Amerika ilə Naska'nın toqquşmasından yaranan, məsələn, Çili novu, məsələn, A variantı və ya D variantı. Peruda novu da oradadır. Eyni zamanda Avrasiya ilə Sakit Okeanın sərhəddində yerləşən Marian novu, düzdür? O A deyil. Düzdür, indi burada şəkil yaxşı düşməyib, ona görə tam aydın müəyyənləşdirmək mümkün deyil. Bu, deyəsən, keçən situasiyada var idi, düzdür? Müxtəlif istiqamətlərdə hərəkət. Bunu baxmışdıq da bu tipli Bəli, bəli. situasiyaya. Keçək üçüncü situasiyaya. Üçüncü də elə ondan eynidir əslində. Yəni biz demişdik qütbdən aşan şimala gedən daha qısa, cənubdan fırlanan daha uzun, şərq və qərbə gedən eyni məsafə qət edir. Dördüncü situasiya Nihat. Deməli, burada dünya ölkələrində doğum ölüm göstəriciləri fərqli ola bilər. Bu nəzəri hissədir. Demoqrafik vəziyyət, tənzimləmək üçün tədbirlər, cədvəl və cədvələ baxaq. Deməli, birinci sualda verilənlərə əsasən ölkədə təbii artım tipini baxırıq. Deməli, 45-dən 25 çıxanda 20 alınır. Bu 12-dən böyük olduğuna görə ikinci tipə xas xüsusiyyətdir. Demək, 39-dan 18 çıxanda qalır 21. Bu da ikinci tipə aid xüsusiyyətdir. 32-dən 10 çıxanda 22 qalır. Bu da ikinci tipə aid xüsusiyyətdir. Fikrimizi əsaslandırıb 12-dən çox olduğuna görə. Bu birinci sual. 12-yə bərabər də olsa belə yenə ikinci tip götürəcək. Bəli, bəli. Sonra verilən 11-ci sualda deyir ki, mənim davam elə. Deyir, təbii artım tipini yazın. ikinci tip oldu mənim. Verilmiş demoqrafik İkinci göstəricilərin tipin uyğun digər bir gəldiyi. adı nədir? Ənənəvi Bəli, mənim. tip. Aha, yəni sonra. Deməli, ikinci tipə uyğun gələn ölkələri xəritədə seçəcəyik. Burada İkinizi 7. deyir əsaslandırın. Orada qeyd eləyəcək ki, Tamam, 12-dən çox. Bəli, doğum səviyyəsi ilə ölüm səviyyəsi arasında fərq
12 ondan çox olduğuna görə burada yüksək təbii artım müşahidə olunur. Düzdür? Bu səbəbdən biz onu ikinci Bəli. istifadə etmiş olduq. Sonra cədvəldən bir Cədvəldə xəritədə göstərilir. hı, 7 olmaz, çünki Kanadadır, ora birinci tipdir. demək 9 ola 7-ci bilər tipdir. Meksika. 9 Meksika yazaq. Özdə deyir adını yazın. Amma burada Hə, diqqətli olaq Meksika. adını yazın. Təbii var. 8 Peru. Demək Meksika, Bəli, Meksika. 8 Peru. Peru, Ondan sonra 5 burada Efiopiya. aha, 2 burada Pakistan. Pakistan, Pakistan. Bir İndoneziya görürəm orada Kalimantanı işarə edib. İndoneziya, Malezya kim bəli? O Hə, Kalimantandadır. bəli. Aha, 6 İndonezya. olmaz çünki Avstraliya o birinci tipidir. Burada biz dəqiq görmürük ya. Orada amma dəqiq Hə, olacaq. Çünki bəli, Kalimantanın üstü Malezya, alt cənub hissəsi isə bəli. İndoneziyanın. Burada indi dəqiq görünmür. 6 olmaz Bəli, Avstraliyadır Avstraliya. çünki Deməli birinci bunları tipdir. siləcəyik, bəli. 10 Rusiyada olmaz Rusiyadır. 3 4-də 4 Finlandiya, 4 Finlandiya, 3-də Polşa. Polşadır, bəli. Demək bunlar Bəli, bunlar da olmayacaq, birinci onları olar tipdir. Ona silək. görə onlar da olmaz. Hı. Deməli, verilən ərə əsasən ölkədə yaranan demoqrafik problem və onun həll yolları. Aha. Deməli, işsizlik ola bilər. Birinci Çox uşaqlı demoqrafik ailə. problem nə olacaq? Deməli, səhiyyə problemləri ola Demoqrafik bilər. partlayış olar yoxsa böhran? Partlayış. Hə, o onu soruşur. Hə, Demoqrafik partlayış. Həll partlayış. yolları nikah yaşının artırılması, Aha. qadınların ictimai işə cəlb olunması və yaxud da Maarifləndirilmə, təbliğat, təşviqat işləri. az uşaqlı ailələrin müavinətlərinin təyin olunması. Demək, təhsil müddətində ailə qurmağın Bəli, qadağan təhsilə edilməsi. daha çox önəm verilməsi, təhsil Bəli. keyfiyyəti. Təhsil müddətində ailə qurmağın qadağan edilməsi Bəli. onlara müsbət təsir göstərə bilər. Yəqin ki, digəri onun tam tərsi olacaq. Görürsünüz ki, 15-dən 17, 7-ci çıxanda neçə qalır? 8 düzdür. Bu birinci tipdir də, 12-dən kiçikdir. Bu səbəbdən demək bu az uşaqlığa meyilli olan ailələr üçün səciyyəvidir. Bir dəqiqə. Bir şey deyə bilərəm. Buyur. Burada mənim niyə 12-dən, yəni böyük və yaxud da kiçik götürülür? 12-dən ona görə böyük və kiçik götürülür ki, təbii artım tipi müəyyənləşdiriləndə əsasən hər 1000 nəfərə görə təyin olunur. Aydındır, orta hesabla. Əgər 1000 nəfərə doğulan və ölüm arasındakı fərq 12 və ya ona bərabər, o 12-dən böyük və ya ona bərabərdirsə, belə deyək. Aydındır? Bu şəkildə. Demək, bu təbii artımın yüksək tipi sayılır. Yəni çox uşaqlılığa meyillilik sayılır. Amma doğum və ölüm arasındakı fərq bu qaydadır da belə deyək. Dünyada qəbul edilmiş bir qaydadır. 12-dən kiçikdirsə, demək bu olacaq doğum və ölüm arasındakı fərq. Yəni 12-dən kiçikdirsə, belə deyək. Yəni inkişaf etmiş ölkələr. Bu adətən təbii artımın birinci tipidir. Yəni Bəli. uşaqlılığa meyil. Bu qəbul olunmuş bir statistik belə deyək ölçü vahididir. İndi bu tip ölkələrdə birinci tipdə olacaq demoqrafik nə? Böhran. Böhran, bəli, böhran. Sonra deyir ki, müəyyən edib fikrinizi əsaslandırın. Burada deyəcək ki, doğum və ölüm arasında doğum səviyyəsi də azdır, nisbətən ölüm səviyyəsi də, amma doğum və ölüm arasındakı fərq 12 nəfərdən az olduğu üçün, yəni çoxuşaqlılığa meyillilik yoxdur. Yəni burada təbii artımın birinci tipidir bu səbəbdən. Düzdür? Yəni bu qəbul edilmiş bir qaydadır da, bir ölçü vahididir belə deyək. Ölkələr də seçəcəyik 4, 7, 6, 5, 5 Avstraliya, 2 Yaponiya, 6 səhv eləmirəmsə Fransadır, gözüm düz görürsə, 7 Kanadadır, 4 də ABŞ-dır. Adlarını da qeyd edəcək orada dəqiqliklə. 6-cı situasiya Fira Zəhmətovun. İsa buyur, İsa. Sırayla gedək. Evet, Cənubi Amerika marketindəki tropik enişlərdə yağıntıların paylaması müxtəlif amillər təsir edir. Xəritədə verilmiş hava və ərazilərin yağıntıların miqdarı müxtəlifliyi yaratdığı təbii şərait bu ərazilərdə fərqli təbii üzümlərin və torpaq tiplərinin yaranmasına səbəb olur. A. Braziliya cərəyanıdır, B. Per cərəyanıdır. Aha. A. Rütubətli iqlim və quru iqlim verir. A. cərəyanıdır, B. Soğuk. Braziliya Sonra- isti cəryanında düzdür. Peru necədir bəs? Bəli, soyuq. Soyuq. Soyuq cəryanlar ya qara ya da mavi rənglə verilir.
Demək, biri ekvatora doğru hərəkət edir. Soyuq suları ekvatora aparır. Bəli. Digəri isə ekvatordan isti suları qütbə tərəf, mülayim enliklərə tərəf aparır. İndi görək verilənlərdən deməli, ərazilərdə yağıntıların miqdarının təsir edən okean cərəyanlarının adını qeyd eləmişik zaten. Verilən ərazilərdə Peru formalaşan cərəyanı. təbii zonaların adını. Deməli, Perunun Bəzi yaratdığı yerdə A-da gəlir. deyəcəyik ki, nə yayılıb? Dəyişkən, rütubətli Rütubətli. Peruya da meşələr. səhra. Bəli, B-də isə səhra və yarım səhralar, səhra və yarım səhra. Burada dünyanın ən quraq səhrası yerləşir. Onun adı necə idi? Bir də Atakama. Onu hansı səma cismi ilə səma cisminin səthinə bənzədirlər? Ayım. Ay Mars idi. səthi ilə. Çünki ayda da su yoxdur axı ona görə. Sonra deyir verilən ərazilərdə formalaşan iqlim tipi. Demək, A-da nə olacaq? İqlim kimi rütubətli tropik idi. Aha, tropik. Torpaq O tipi bir adətən tropik səhralar. və tropik Rütubətli səhralar. tropik torpaq tipi qırmızı, sarı olur. Aha, boz torpaqlar, burada da qırmızı. Tropik səhraya da boz qonur torpaqlar. Gözlük. Yaxşı. Sonra keçək 7-ci suala. 7-ci sual Fira izah eləsin. Bu da o bənzər sualdır. İndi görək tapa bilərsən cərəyanların adını. Burada Afrikan soruşur. Deməli, A Bengel cəryanıdır. B-dəki Mozambik. Hı -hı. Bengel soyuq cəryanıdır. Mozambik isti cəryan. Aha. Bunu yazdıq. Sonra verilən ərazilərdə formalaşan təbii zona ilə eyni adlıdır hamısında. Düzdür? Bəli. Cənubi Amerikanın oxşardır. Qalan bütün Soyuq göstərir. səhra, o birində savanna zonası. Dəyişən rütubətli meşələr. Yəni o tam şəkildə bir-birinə bənzərdir. Sonra Musa 8-ci situasiya. Salam müəllim. Burada Avrasiya materiki və ilə şimali tropik xətti kəsir. Lakin mən burada deyir ki, verilən iqlim qurşağı tam zona əmələ gətirilməsinə. Mən burada Aha. ekvatorun üzərində də subekvator Tropikdir, tropik. tropikdirsə, tropik. Tropik xəttidir bu. Bəli. Deyir verilən 23,5 keçirdiyi 10 görə ola bilər müəllim. deyir ki, verilən iqlim qurşağının tam zolaq əmələ gətirilməməsinin ən azı bir səbəbini yazın. Bax görürsən bu A-da tropikdir, düzdür? B-nin də tropik xətti kəsir, amma B-də tropik iqlim deyil. Savanna zonası. Subtropikdir, savanna. Subekvatorialdır, subekvatorial. Bəs nəyə görə orada tropik tam zolaq əmələ gətirmir? Yəni şərqə genişlənə bilmir. Orada Hindistan və Pakistan sərhədində Tar səhrasında qırılır. Bunun səbəbi nədir? Küləklər nəticəsində də onda. Nə küləkləri? Musson küləkləri. Musson küləklərinin gətirdiyi bol miqdarda yağıntı, bəli. Yay aylarında düşən yağıntının miqdarı Bir də Himalay tropik iqlim dağları var. qurşağının genişlənməsinə mane olur. Digər bir səbəb isə bəli, Hind okeanından daxil olan hava kütlələri Himalay dağlarının cənub yamacı boyunca yuxarı qalxır, soyuyur, sıxılır, bol miqdarda bu ərazilərə yağıntı düşür. Bu səbəbdən tropik iqlim qurşağı tam zolaq əmələ gətirə bilmir. Demək, səbəbini qeyd elədik. Sonra deyir ki, verilən ərazilərin yerləşdiyi iqlim qurşağı Tropik və subekvatorial. subekvatorial. Bəli, tropik səhra, o birisində subekvatorial. Digərində verilən ərazilərə aid xüsusiyyətlər, əkinçiliyin suvarma aparıldığı aylar hansı aylarda? Yay aylarda. Yox, bütün il boyu. İl boyu. Niyə görə? Çünki bu tropik səhradır. Axı burada yəni bütün il boyu, yəni bütün aylarda. Nəyə görə? Çünki səhralarda yağıntı müşahidə olunmur. Onda torpaq tipdə Boz qonur, bəli, boz qonur, boz çəmən kimi. Demək, B-də isə nə vaxt suvarılma aparırlar? yayda da o Hindistan deyil. Yox, Hindistanda yayda yağış düşür axı musson küləklərinin təsirindən. Onda qışda. Ay olaraq ayı soruşur. Mütləq ayları yazmalıyıq. Yanvar, Dekabr, yanvar, dekabr, yanvar, fevral. Mütləq yazmalıq lazımdır ayları. Torpaq tipi də olacaq əsasən boz qonur torpaqlar. Savanna zonasının torpaq tipi. Demək belə. Sonra 9-cu situasiya Arzum buyur. Verilən AB parçasının müstəvi səthini keçirmək üçün istifadəsi məqsədə uyğun olan kartoqrafik proyeksiyanın adını yazın. Burada 30-dadır. Əsasən silindrik proyeksiya. Və ekvatora yaxın ərazidədir. Ona görə silindrik proyeksiya olacaq.
Müəyyən etdiyiniz kartoqrafik proyeksiyanın üç xüsusiyyətini yazın. Burada da əsasən ekvatorda təhrif Bəli, olunur. bəli, ekvator boyunda tərif sıfıra bərabər olur. Ekvatordan uzaqlaşdıqca təhrif Tərifin miqdarı artır. artır. Sonra Sonra paralel və meridianlar bir-biri ilə neçə bucaq altında kəsişir? Düz bucaq altında düz 90 bucaq dərəcə yer kürəsində olduğu kimi biri-biri ilə 90 dərəcə bucaq altında kəsişir. Başqa bəli. nə əlavə eləmək olar? Əsasən Afrika, Cənubi Amerika, Avstraliyanın təsviri daha məqsədə uyğun olsa da, Antarktida, Avrasiya və Şimali Amerika Orada materiklərində olmur. bu qədər məqsədə uyğun proyeksiya növü deyil. Sonra qütbə yaxın ərazilərdə təriflər maksimuma çıxır. Bunu da əlavə edə bilərik. Yəni sonra bucaq tərifi nisbətən az olur. Çünki paralel və meridianlar bir-birlə düz bucaq altında yer səthində olduğu kimi kəsişir. Əlavə olaraq demək, bir də dünya xəritələrinin əsasən tərtibində daha məqsədə uyğun proyeksiya hesab olunur. Adətən dünya xəritələri daha çox silindrik proyeksiyada öz əksini tapır. Sonra 27-ci sual. Miqyası buradan 5 sıfır silərik. Var 800 1800. eləyir. Sonra deyək ki, xəritədə A və B məntəqələri arasında 1.5-dir. Bunu da 1.5-i 800-ə vurarıq, o da eləyir 1200. Xəritədəki məsafənin 1.5-i vurdum. Həqiqini tapdın, düzdürmü? Nə Bəli. qədər elədi? 1200. 1800-ü 1.5-ə vuranda 1200 eləyir. 2700. 800'dü. 800 2700. gördüm burada. 2700 Ha, 2700. kilometr belə. İndi bizə deyir tərifi tap. 30 dərəcə şimal enliyində 1 dərəcənin qiyməti görürsən ki, neçə kilometrdir? 96,5. 96.5. 96,5. Bunlar arasında neçə dərəcə fərq var? Biri 45-dədir, digəri isə 75-də. Aralarında 30 dərəcə fərq var. 96,5 1 dərəcənin qiymətidir, düzdür? 30 dərəcə fərqləri varsa, onlar arasında neçə kilometr fərq var? 2895 edir. 1895. O zaman biri 2700'dür. Yəni miqyasla 2700 almışıq, dərəcə ilə 2895 almışıq. O zaman 2700-dən 195 qalır. arasında fərqi çıxar. Elədi 195. Deməli burada 195 kilometr səhvə yol verilir. Düzdür? Tərif olub. Bəli. Sonra 10-cu situasiya. Həsən buyur. Yusifzadə. Müəllim, bir şey soruşa bilərəm. Buyur, əlbəttə. Bayaq 30 dərəcəni silindrik proyeksiyaya götürdük. Onu niyə konusa götürə bilmərik? Yaxşı. Silindrik proyeksiya adətən bu yerin Ekvatora mərkəzinə bilirəm, hə. necə? Silindrikdə də. Silindrik proyeksiya ekvatora yaxın ərazilərdədir, bilirəm. Amma konusda 40 neçədən falan başlamır. 40 neçə Konus olan yerdə. 60-dan başlayır. 60-dan başlayır. Bəli, bəli. O Hə. 47-62 var idi, köhnə dəstə idi, onu çıxartdılar. Bir proyeksiya ilə tərtibat olunub 60-dan başlayır. Demək, daha kiçik ölçülərə malik olan paralellərin, yəni uzunluğu kiçik olan paralellərin təsvirində daha məqsədə uyğun hesab olunur. Geniş ərazilər, yerin Dostlar. mərkəzinə yaxın geniş ərazilər silindrik proyeksiyada aydın təsvir olunur. Ancaq 60-dandır. Sonra Oxuyum müəllim. buyur Həsən. Bəli, qırmızı dəniz sahəsi tədricən dəyişən və çay tökülməyin sövzəsidir. Okean suları daxil olmasaydı, dənizə daxil olmasaydı, son 2000 il ərzində dənizin suyu tam buxarlanardı. Yerində dərinliyi 2 kilometrə çatan dərin quru çökək əmələ gələrdi. Deməli, deyir ki, verilən dənizə çayın tökülməməsinin səbəbini yazın. Tropik enlikdə yerləşməsi ola bilər. Aha, tropikdə yerləşir. 1. Sonra 2-dən səbəb deyir. Bir də çayların Səhra və yarım səhralarla əhatə olunub. Düzdür? bəli, Qeyd eləyə bilərik ki, məsələn, ətrafında eynən hava kütlələri il boyu hakimdir. O səbəbdən burada yağıntının miqdarı az düşür. Yağıntının miqdarının az düşməsi çay şəbəkəsinin seyrək olmasına səbəb olur. bəli. Yəni rütubət çatışmamasına. Bir də deyə bilərik ki, buxarlanma qabiliyyəti həddindən artıq çox, yağıntının miqdarı isə azdır. Bu da çay şəbəkəsinin formalaşmasına mane olur. Sonra Verilən dənizi digər sözlərlə birləşdirən təbii və süni obyektlərin adını müəyyən edib yazın. təbii hansıdır? Təbii Bab-el-Məndəb olar. Düzdür, Bab-el-Məndəb. Sonra da Süveyş kanalı var orada. Süveyşdir, bəli. Sonra
Sonra verilən dənizin yaranmasına və sahəsinin dəyişməsinə səbəb olan tektonik hərəkətin adını yazın. Burada Ee, Ərəbistan tavasından Afrika tavasının ayrılması. aha, litosfer tavalarının onda necə hərəkətidir? Litosfer Üfüqü. tavalarının üfüqi istiqamətdə bəli yer dəyişməsidir. Düzdür, Ərəbistan tavasının şimal-şərq istiqamətində daha Afrikadan sürətli şəkildə ayrılması. Biz buna deyəcəyik litosfer tavalarının demək üfüqi hərəkəti. Düzdür? Bəli. Sonra 11-ci situasiya Maqsudu buyur. Deyir Avstraliyanın ən quraq materik olmasına baxmayaraq elə ərazilər vardır ki, 1000-2000 millimetr yağıntı düşür. Burada biz Y ilə A-nı götürəcəyik. Aha, niyə? Çünki Y orada subekvatorial iqlim qurşağında yerləşir. Yağıntı orada çox düşür. Bir də A-dakı burada isti cəryan var, onun təsiri Həm nəticəsində. də Passat küləkləri materikin şərqinə bol miqdarda yağıntı gətirir. Burada dağların yerləşməsi əsasən dağların yerləşməsi bax bu hissədə nəyə səbəb olur? Gələn hava kütlələrinin, bax dağlar qarşısını kəsir deyə. Hava kütlələri dağ yamacları boyunca yuxarı qalxır, soyuyur, sıxılır, bol miqdarda yağıntı verir. Ona görə dağlar Sakit Okeanına gələn hava kütlələrinin materikin daxil olmasına imkan vermədiyi üçün o əsas yağıntı şərqə düşür, düzdürmü? Bəli. Aha. Demək, Evet. verilən miqdarda yağıntı düşən məntəqələr müəyyən edin. Yazdın. Deməli, A və Y məntəqəsi. Sonra Bəli. Sonra verilən məntəqələrdə yağıntının çox düşməsinin səbəbi aha, Passat küləkləri, isti okean cəryanı. bəli. Bir də gələn hava kütlələrinin qarşısının böyük sahəli dağlar tərəfindən kəsilməsi həmçinin, düzdürmü? İsti cəryan, cəryan və bunlar da qeyd elədik, bəli. Bir də 33-cü sual, verilən məntəqələrdə formalaşan təbii zonanın adını uyğun olaraq yazın. Rütubətə tropik olar. Əslində burada əvvəllər yuxarısında biraz ekvatorial meşələr qeyd olunurdu. Sonra aşağı hissəsində köhnə xəritələrdə və s. Aşağı hissəsində də dəyişən rütubətli meşələr. İndi bunun hamısı demək olar ki, eyni. Dəyişən rütubətli meşələr, o cümlədən musson ifadəsi işlənir. Musson Cənubi yarımkürəsində yoxdur. Sadəcə olaraq ona bənzər bir tipə malikdir. Aydındır? Dəyişən Bəli, rütubətli meşələr bu ərazinin əsas təbii zonasıdır. Sonra 12-ci sualı bizə kim izah eləmək istəyir? Baxaq görək kim əlini qaldırıb, heç kim əlini qaldırmayıb. Onur buradasan? Hə. Buyur Onur. Şəhadəti 13 millimetr uzunluğunu kəsmə amilində çıxmış. 3108 burada 111-ə böləcək birinci. Deməli 12 dərəcə şimali, ekvatordan 12 dərəcə şimalda və Greenwich'dən 4 dərəcə qərbdəsən, düzdürmü? 4 dərəcə qərbdə buradasan. Deyir ki, A məntəqəsindən şimala doğru yuxarı hərəkətdə, düzdürmü? Bu meridianal istiqamətdə. 1 dərəcənin qiyməti neçədir? 111, 28 dərəcə edir. 8, oladı 28. Demək 111-ə böldün 28. İndi 12-nin üzərinə 28 dərəcə gəlməlisən də, çünki yuxarı qalxırsan böyük enliyə. Elədi neçə? 40 şimal enliyi 4 qərb uzunluğu 4 qalacaq. qərb uzunluğu. Bu hansı şəhərin koordinatıdır? 40 dərəcə şimal, 4 dərəcə qərb. İspaniya. Aha, Madridin koordinatıdır, bəli, Madridin. Deyir ki, bunu tamamladıq. Sonra Bəzi araşdırma cümlərinə qeydlər etdi. aha, B məntəqəsinə çatıb burada. A məntəqəsi 12 şimal enliyi olandır. Bəli, A məntəqəsi başlanğıc məntəqədir də burada. A məntəqəsilərdən yerli vaxt fərqi yerli vaxt fərqi yoxdur da, fərq elə. Yoxdur, çünki bəli, 0. Bu yerli vaxt fərqi 0-dır. Nəyə görə? Eyni meridian üzərində. Onda qeyd edəcək, coğrafi uzunluqları eyni olduğuna görə bunlar arasında vaxt fərqi mövcud deyil, 0. Qeyd edəcəyik. Sonra verilən bir məntəqənin sonra koordinatını yazmışıq. Artıq 40 dərəcə şimal, 4 dərəcə qərb uzunluğu və A məntəqəsi ilə aralarında olan yerli vaxt fərqi də yazdıq ki, 0, vaxt fərqi yoxdur. Çünki eyni meridian üzərində yerləşir. Yox, deyil coğrafi uzunluqda. Sonra verilən B məntəqəsinin yerləşdiyi yarımada və ölkənin adını yazın. Artıq məlum məsələdir. Bəli, Pireneya yarımadası, bir də İspaniya. İqlim qurşağı da subtropik araq dənizi ilə dörd yarpaqlı meşə çolluqları. Bəli, subtropik yerləşdiyi iqlim qurşağı, subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipi
Bir də təbii zonası zodiarpak həmişəşil meşə və kolluqlar. Çox Bəli, zodiarpak meşə və kolluqlardır. Doğrudur. Torpaq tipi də qəhvəyi və sarı torpaqlardır. Yaxşı. İsa buyur. deyir ki, müşahidəçi A məntəqəsindən hərəkətə başladı. Tədqiqat aparmaq üçün 2 məntəqə seçilmişdir. A məntəqəsindən 2775. A məntəqəsi 5 cənub 45 şərq sonluğudur. Deməli, A məntəqəsi ekvatordan 5 dərəcə cənubda, neçə dərəcə qərbdədir? Şərqdədir daha doğrusu. 0-dan 45 dərəcə şərqdədir. Deyir ki, 2775 kilometr şimala hərəkət eləyibdir. Birinci məntəqəyə çatdı. Onda 111-ə böləndə 25 eləyir. 25 eləyir. Deməli, 5 dərəcə cənubdan 25 dərəcə şimala getsək, 20 şimal yəni demək, tədqiqat çapının 2 məntəqəsi, A məntəqəsindən şimala hərəkət edir. Neçə dərəcə şimal oldu? 20 dərəcə şimal, düzdürmü? hə. 20 dərəcə şimal, sonra Deyir ki, birinci məntəqədən şərqə doğru 2138 kilometr hərəkət edərək ikinci məntəqəyə çatdı. Tədqiqatçılar 20 marşrut dərəcə şimal enliyində 1 dərəcənin qiyməti neçədir? 6 3138 böləcək 104.6-ya. Aha, bölsək 3138-i. Bölsək neçə dərəcə alacaq? 31-i 30 dərəcə eləyir. nə qədər? 30 30 dərəcə. Onda 30 dərəcə sağa getsək 75 şərq uzunluğuna. 75 dərəcə şərq uzunluğuna çatır. Demək 20 dərəcə şimal enliyi, 75 dərəcə verilən birinci və ikinci məntəqənin coğrafi koordinatlarını müəyyən edib yazın. Demək birinci məntəqə X tapdığı Şimal məntəqə 5 şərq uzunluğu. bəli, birinci məntəqə 20 dərəcə şimal, 45 dərəcə şərq uzunluğu, ikinci məntəqənin koordinatı oldu. Məntəqədə 20 dərəcə 5 şimal, şərq uzunluğu. 75 dərəcə şərq uzunluğu. Sonra daha doğrusu yuxarı yazmalıydım, aşağı yazdım. Verilən bir və ikinci məntəqənin yerləşdiyi yarımadaları müəyyən edin. Yarımadalar hansılar olmalıdır? Birinci, Yarımadlar təxminən səncə 20 dərəcə şimal, 45 dərəcə şərq və 75 dərəcə şərqdə o zonada. Bax, 20 dərəcə şimal, bax bizdən tam aşağıdadır da, düzdür? Biz 40 hə, dərəcə şimaldayıq. Bizə Ərəbistana əsasən düşər. təyin eləməyə çalış. Biz neçədəyik? Biri Ərəbistana 50-dəyik. düşər, biri Biri Hindistana. bizdən cənub-qərbdədir, biri bizdən cənub-şərqdədir. Düzdür? Biri 45-dədir, biz 50-dəyik. Abşeron yayılmalısınız. Biri də bizdən biraz aşağı və sağ tərəfdədir. Deməli, biri Ərəbistandır, biri də Hindistan yarımada. Hindistan. Bəli. Ərəbistan, bir də Hindistan, Hind. Sonra digər verilənə əsasən müşahidətin başlanğıc məntəqədən çatdığı məntəqəyə qədər hərəkət istiqaməti boyunca keçdiyi iqlim qurşaqlarının adını ardıcıl olaraq yazın. 5 5 cənub dərəcə rəngində cənub. ekvatorial, subekvatorial olar. Aha. Sonra Sonra şimala qalxıb 20 tropiklərdədir. aha. Sonra Tropikə yenə getmək üçün hansından keçməlidir? tropikə getmək üçün ya A gedən. Ancaq bir məsələ var, bir dənə məsələ var. Bu 45 dərəcə şərq uzunluğu Afrikanın əsasən şərqinə düşür, düzdür? Aha, Afrikanın şərqində ekvatorial iqlim qurşağı varmı? yoxdur. Demək, subekvatorial iqlim. Hə, Subekvatorialdan sonra 20 dərəcə şimal enliyinə çatmaq üçün hansına çatmaq? Tropikə, düzdür? Tropikdən sağa doğru gedibsə Ərəbistandan Hindistana hansına keçib? Hindistanda subekvatorialdır. Ekvatorial, bəli. Deməli, ardıcıllıq təxminən belə olmalıdır. Demək, bunları qeyd elədik. Bu hissədə tamamlandı. Sonra keçək 14-cü suala. 14-cü sualı izah eləsin bizə Arzum. Verilənlərə əsasən hərflərə qeyd olunan küləklərin adını və bu küləklərin materik iqliminə təsirini. Ada Passatdır. Hansı Passat? Şimal. Passat. B isə B-də də burada Cənub Passatdır. Cənub Passatdır. Bəs C hərfi hansıdır? Qərb küləkləridir. Qərb. Bəli. İndi cəryanlar da yazaq, sonra lazım olacaq. Birinci cəryan hansıdır? Birinci cəryan Falklanddir. Braziliya deyil, cənuba doğru hərəkət edir. Falkland onun əksi idi. Braziliya. Yuxarı hərəkət edirdi Falkland. Bildim. Bu üçüncü cəryan hansıdır? Peru cəryandır. Peru. Bəs ikinci cəryan? İki. Yaylanın adı ilə bağlıdır burada. Guyana. Guyana. Guyana cəryanı. Sonra indi yazdıq bunu.
Bu hissə indi aydındır. Keçək verilən əsasən hərflərlə qeyd olunan küləklərin adını yazdıq. Bu küləklərin materikin iqliminə təsirini qeyd eləyəcəyik ki, A ilə B materiklərin şərq hissəsində bol miqdarda yağıntı gətirir. C küləyi isə materikdə mülayim, tropik enlikdən mülayimə doğru əsir və materikin cənub-qərb hissəsində rütubətli iqlim şəraiti yaradır. Düzdür? Bəli. Aha. Materikin iqliminə təsirini yazdıq. Bu hissəni sonra verilən əsasən rəqəmlərlə qeyd olunan okean cəryanlarının adını və bu cəryanların suyunun temperaturuna görə xüsusiyyətini yazın. Burada Demək, 1 ilə 2 birinci ilə ikinci isti cəryandı deyə rütubət gətirəcək, yağıntı. 3-də soyuq cəryandır, burada quraqlıq olacaq, səhra. həm də bu suyun temperaturuna təsir deyəcək 1 ilə 2 suyun temperaturunu istiləşdirir, ancaq 3 isə Üç soyudur. temperaturu azalır. Verilən əsasən okean cəryanlarının təsir etdiyi ərazilərdə yaranan təbii zonaların adını yazın. Nə yazacaq bura? İsti cəryanların təsir olduğu ərazilərdə hansı təbii landşaft formalaşır əsasən? Əsasən yağıntı olanda 2-də İsti cəryanda dəyişkən rütubətli meşələr adətən yaranır, düzdür? Dəyişkən rütubətli meşələr. Bəli. Yaxşı. Soyuq cəryan 15-dən da 30-a səhra yarım səhradır. 15 hansı? Soyuq cəryan bəli. 3 səhra yarım səhra olacaq. Digərləri isə dəyişkən rütubətli meşələrin formalaşmasına əsasən təsir göstərir. 15-dən 30-a qədər izahı var. Ataram qrupa baxarsınız. Müəllim, baxdım 15-ci situasiyanın izahı yoxdur. Yoxdur. Onda 15-ə baxaq. Mən deyim, Buyur, kim idi demək istəyən? mən Fira. Fira buyur. Deməli, bu diaqramdan görürük ki, bu yağıntı azdır, temperatur da çoxdur, ona görə tropikdir. Bəli, temperatur yüksəkdir, 30-u keçib, amma yağıntının miqdarı kəskin azdır. 27 millimetr cəm yağıntı düşüb. İqlim qurşağı tropik və burada hakim olan hava kütləsi elə tropik hava kütləsi. Bəli, tropik. 44-də də iqlim diaqramına aid Tropik deməli səhradır da bura, düzdür? Rütubətli tropik deyil. Tropik dəniz deyil, yəni tropik səhradır. Təbii zonada yarım səhradır elə. Səhra olmaz, səhra və yarım səhra yazın. Səhra, yarım səhra. Sonra Və bu təbii zonanın ən geniş ərazi əhatə etdiyi materikdəki Afrika. Afrika düzdür. Afrika. Bəs 46. Baş verən aşınma növü, fiziki aşınma. Bəli, isti və quraq iqlimdən fiziki aşınma olacaq, fiziki. Bunun səbəbi səbəbdəki enən hava ola bilər, sutqalıq temperatur amplitutunun çox olması. Burada həm də deyəcəyik ki, gündüzlər havanın temperaturunun çox yüksək, axşamlar isə sürətli şəkildə soyuması, suxurların istidən genişlənməsinə, soyuqdan isə demək gündüz hava buludsuz, aydın olduğu üçün düz radiasiyanın kəmiyyətinin böyük olması ilə əlaqədar suxurların kəskin qızması, onların genişlənməsinə səbəb olur. Axşam vaxtı isə deməli yer yenə buludsuz, aydın olduğu üçün sürətli şəkildə soyur və havanın temperaturu kəskin aşağı düşür. Nəticə etibarilə deməli gündüzlər suxurlar genişlənir, istidən genişlənir, axşamlar soyuqdan sıxılır. Bu da onların fiziki aşınmasına səbəb olur. Düzdür? Əgər ətraflı qeyd eləmək istəsək, bu şəkildə qeyd eləyək. 16 yəqin ki var idi də, Hüseyn düzdür? Bəli. 30-un özü, baxmadın 30-a. 30 da var, bəli. 30 var, onda 31-dən başlayaq. Demək, Nihat buyur, 31-ci sual. Yəni burada yer kürəsinin təbii sərvətlərinin öyrənilməsi məqsədi ilə tədqiqata başlayan mütəxəssislər cəhətləri məntəqədə müşahidələr apardılar. Müşahidələrin nəticəsində mütəxəssislər məntəqədə gecə-gündüzün adi növbələşməsinin pozulduğunu, deməli biz hardan söhbət gedir? qütb, yəni 66,5-dən yuxarıda və ya aşağıdayıq. Şimal yarımkürəsində isə şimalda, cənubda isə cənubda. Günəş şüalarının maksimum 23,5 bucaq altına düşdüyünü, yəni biz elə qütb dairəsinin üstündəyik. Yox, bu tam qütbdədir. Əgər bir bəli. yerin maksimum günəş şüası Bəli. 93,5 düşürsə, bu Qütbdəyik. ancaq coğrafi qütbün özü olur. Niyə görə belə bir hal baş verir? Baxın, qütblərə günəş şüası ekvatordan maksimum neçə dərəcə yaxınlaşa bilir? 23,5 şimal və cənubda olanda. Düzdür? Qütblər də 90-da yerləşir. Qütblərlə tropiklər arasında 66,5 dərəcə fərq var. 90-dan 66,5 çıxanda qalır neçə?
23,5. Qütblərə də ən maksimum yaxınlaşdığı, yəni istəyir şimal, istəyir cənub qütbünə fərqi yoxdur. Demək, tropiklər üzərində olanda olur. Demək, qütblərə il Ya boyu yay gündönümü ya da qış gündönümü. 23,5-dən az düşür. Yalnız 22 iyunda şimal tropikinə maksimum 23,5 düşür. 22 dekabrda isə cənub demək tropikinə, cənub qütbünə daha doğrusu birbaşa qütbün özündən söhbət gedir. Yəni maksimum bir əraziyə maksimum günəş şüaları 23,5 düşürsə, deməli bu qütbdür. Əgər bir əraziyə minimum ən az 66,5 düşürsə, bilin ki, bu ekvatorun özündən söhbət gedir. Çünki ekvatordan maksimum neçə dərəcə uzaqlaşa bilir? 23,5, 90-da çıxanda 66,5 qalır. Ondan uzağa gedə bilməz. Bu səbəbdən ekvatora ən az 66,5, qütblərə isə ən çox maksimum 23,5-dir. İl boyu ondan aşağıdır, bəzən isə ümumiyyətlə günəş şüası düşmür. Deməli, qütbdən söhbət gedir. Davam elə. Altında günəşin düşdüyü, bunun da yay gündönümünə. Yəni burada bilir ki, biz şimal qütbündəyik. Aha, 90 dərəcə şimal. Təsadüf etdiyini müəyyən etdilər. Onlar məntəqənin coğrafi enliyini dəqiqləşdirə bildilər, lakin coğrafi uzunluğu təyin edə bilmədilər. Topladıqları məlumatlara əsasən yer kürəsinin bu məntəqəsinə aid fiziki coğrafi təhlillər apardılar. Deməli 91-ci sual oxuyum mənim. Bəli, bəli. Verilən məntəqənin coğrafi uzunluğunu dəqiq təyin edə bilməməsinin səbəbi müəyyən edin. Çünki qütblərdə bütün meridianlar kəsişir. Bəli, ona Bütün görə meridianlar orada toplandığına görə, yerin formasına görə orada dəqiq meridianı müəyyən etmək mümkün deyil. hansı dərəcənin hansı meridiana aid Bəli. olduğunu müəyyənləşdirmək mümkün deyil. Bəli. Hətta belə bir termin var idi ki, qütblərdə yeni ilin qarşılaşmasını 24 dəfə qarşılamaq olar. Bəli, bəli. Sonra 92-ci sualda deyir ki, verilən məntəqənin coğrafi enliyini 90 şimal, aha, ekvatora nəzərən yerləşdiyi yarımkürə şimal. şimalda bəli, ekvatordan şimalda yerləşir. Doğrudur. Sonra Deməli, verilən məntəqədən hərəkət edən mütəxəssislər hansı istiqaməti seçər? Əlbəttə ki, cənub. bəli, verilən məntəqədən hərəkət edən mütəxəssislər deməli Bəli, onlar çünki ən şimalda olduğuna görə bir dənə artıq onlarda onun şimala istiqamət var yoxdur. da, bəli, onlarda ancaq hansı istiqamətdə şimal qütbündən ancaq hara gedə bilərsən? Bəli, cənuba. Cənuba hərəkət edə bilərsən, bəli, cənub istiqamət. Hara hərəkət etsən ancaq cənuba getməlisən. Bəli. Demək belə. Qütblərdə yalnız bir dənə istiqamət var. Şimalda cənub istiqaməti, cənub qütbündə isə şimal istiqaməti mövcuddur. Sonra Maksud buyur. Azərbaycanda təbiətin müxtəlifliyi, onun yerləşdiyi coğrafi enlik bu nəzəriyyədə bunu keçim. Aha. Belə ki, sıx çay şəbəkəsinin müxtəlif iqlim və landşaft tiplərinin ərazilərində əlverişli təbii şəraitin formalaşmasına səbəb olur. Mövcud təbii şərait ərazinin təsərrüfat əhəmiyyətini artırır. Sən 32-ni oxuduq biz. Bir dəqiqə. Hə, 32 var, hə, 30-a baxan. 32-də əslində bir dənə baxaq, bəlkə o birisinin tərsi olacaq yəqin ki. Gedikli məntəqədə müşahidə aparılır. Müşahidə nəticəsində mütəxəssislər məntəqənin cizgi növbələşmə pozulur. Günəş şüalarının 22 dekabrda qış gündönümü cənub qütbündən söhbət gedir. Orada da istiqamət şimalı olacaq da. Bəli, Orada da eyni sözlər təkrarlanacaq. Davam elə, üzrlü say sözü də kəsdim. Burada demək 23-də. 30. Deyib verilən vilayətin çayların aid olduğu hövzəni qeyd edin və Hansı vilayətin vilayətdir bu? çaylarını bu Lənkəran tərəfdən Lənkəranda neçə dənə fiziki coğrafi rayon var? 5 dənə, 6 dənə idi yoxsa? Lənkəranda hansılardır? Dənə. Bu Ermənistan sərhəddə yerləşən Bu Kiçik ərazilərdir. Qafqazdır. Kiçik Qafqazda uşaqlar. Bu Gəncədir. Bax Gəncə fiziki coğrafi rayonu. Murovda onu Qarabağdan ayırır 2-dən. Bu Gəncə fiziki coğrafi rayonudur. Bax görürsünüz, bu rəqəmlərə də diqqət eləmirsiniz. Lənkəran Azərbaycanın şərqindədir, 50-yə yaxındır. Bakı tərəfdədir axı. Amma burada nə yazılıb? 45, 46, 47. Yəni Azərbaycanın hansı tərəfidir bura? Qərb tərəfi. Sonra bura haradır? Bax bu çıxıntı var. Bax bu çıxıntını görən kimi bilin ki, bu Kəlbəcərdir də. Ermənistanın hissəyə daxil olan. Bax bu hissə var. Bu Kəlbəcərdir. Sonra Gəncədir. Bu Qarabağdır. Qarabağ silsiləsidir. Bu vulkanik yayladır. 3. Bu da 4-cü hansıdır? Həkəri fiziki coğrafi rayon. Deməli müəyyənləşdirdik ki, bu Kiçik Qafqazdır. Sonra verilən çayların aid olduğu hövzəni qeyd edin. Bu hamısı buradan gəlir tökülür müəllim. Araz çayına tökülə bilər və Həkəri çayı. Arazda da tökülür, düzdür. Arazda da tökülür.
Kürə də tökülür, düzdürmü? Azərbaycanın Bəli, bütün bəli. çayları hansı hövzəyə aiddir? Xəzər dənizinə. Xəzər, daxili axar süzüldür. Ha yana fırlansa gedib axırda hara birləşirlər? Xəzər dənizindədir. Bəli, Azərbaycanın bütün çayları Xəzər hövzəsinə aiddir. Sonra deyir ki, vilayətin çaylarının təsərrüfat əhəmiyyətinə aid 2 nümunə yazın. Məsələn, nümunə deyilən görək. Suvarma Bəli, istifadə edilir. suvarma, məsələn, suvarma. Deyək ki, Tərtər çayı üzərində olan su anbarlarından suvarmada istifadə olunur. Bir də həmçinin Tərtər çayı üzərində yenə də məsələn, Sərsəng, Varvara. Varvara burada deyil. Sərsəng, sonra su qovşan, Su qovşan. bir su Enerji qovşan almaq ki, məqsədilə. bunlar həm də su elektrik stansiyası kimi istifadə olunur. Demək, qeyd eləyə bilərik ki, deməli, həm suvarma məqsədi ilə istifadə olunur, həm də nə məqsədi ilə? Enerjinin alınması məqsədi ilə. Düzdür? Çünki burada Azərbaycan çaylarının Kürdən başqa heç birisindən nəqliyyat məqsədi ilə istifadə edilmir. 2 nümunə yazdıq, elə əsasda nümunələr olardı. Bəs verilənə əsasən vilayətə aid olan xüsusiyyətləri müəyyən edin. Fiziki coğrafi rayonların adlarını qeyd eləyək. Bu Gəncə oldu. İkincisi hansı idi? İkincisi Qarabağ vulkanı. Yox, Qarabağ. Daxildəki Qarabağdır əsas hissə. Ermənistanın tam sərhədi olan silsilə, vulkanik yayladır. vulkanik yayla. Dördüncüsü isə oldu Həkəri. İndi deyir faydalı qazıntılar. Məsələn, Gəncədə hansı faydalı qazıntılar var? Gəncədə Bura Daşkəsən, Gədəbəy düşür də, düzdür? Dağlıq rayon. Gəncə şəhərindən söhbət getmir ki, ümumiyyətlə Kiçik Qafqazın şimal hissəsində olan dağlıq ərazilərdən söhbət gedir. onda filiz faydalı qazıntılar ola Məsələn, nə bilər. olacaq? Dəmir olacaq burada. Dəmir, sonra alünit, Sonra dəmir. Sonra bir də qeyri-filizlərdən də ola bilər. Gədəbəydə qızıl var, qızıl Qoşa yatağında. Sonra Qızıl mis yatağı var idi Qaradağda. Sonra gips Bəli. yatağı var idi Goranboyda. Tovuz rayonunda seolit yatağı var idi. Qazaxda bentonit gili. Demək, Qarabağ silsiləsində nə var? Bir dənə əsas yatağı var. Xromit. Xromitdir, xüsusi yoxsa bu şərqdə bir dənə polimetal yataq var idi. Polimetal mehmana. Mehmana, bəli. Kəlbəcərdə. Əslində bəli, Kəlbəcərin bəzi faydalı qazıntıları ilə burada düşür, doğrudur. Sonra Mehman Ağdərə deyildi. Ağdərə idi. Nə olsun ki Ağdərə olsun? Nəyə görə deyirsən Ağdərə deyildi yəni? Ağdərə ümumiyyətlə hələ kitablarda o qədər istifadə olunmur. Nəyə görə deyirsən ümumiyyətlə soruşuram? Mən kitabda Mehman Ağdərə oxumuşam ona görə. Bilirəm, sadəcə olaraq hələ köhnə məktəb dərsliklərindən istifadə edirik. Ona görə Kəlbəcərin adında gedib onun sinif dərsliyində. Kitab dəyişiləndə düzəldiləcək. Yəni testlərdə Ağdərədən çox da sual düşmür, o səbəbdən deyirəm. Vulkanik yaylanın hansı təbii sərvətləri var idi? Civə var idi. Kəlbəcərdə civə yataqları, xromit yataqları var idi. Sonra qızıl yatağı da götürmək var burada da. Qızıl da var idi bəli burada. Kəlbəcər arasında. Sonra Həkəridə bəs nə yataq var idi? Cənubda. Burada Vejnəli, qızıl yatağı. Qızıl yatağı. Qızıl yatağı yaxşı. Bunun əsas təbii sərvəti elə qızıldır. Sonra 99-cu sual 98-dir, 99. Deyir ki, A və B çayları eyni iqlim qurşağı daxilində eniş istiqamətindən axır. A çayının mənbəyində havanın temperaturu may ayında 4,8 dərəcə, mənsəbində isə 19,2 dərəcə, uzunluğu da 3200 kilometrdir. 4,8 buradan, 19,2 buradan. Aralarında mənbə ilə mənsəb arasında nə qədər temperatur fərqi var? 24 arasındakı fərq. Yox, ikisi də müsbətdir birincisində. 19,2-dən azıyam. 4,8. 14,4. 14,4. 1000 metrə temperatur nə qədər fərq edir? 6 dərəcə. 14,4 dərəcə fərq eləməsi üçün mənbə ilə mənsəb arasında məsafə nə qədər olmalı? Hündürlük. Hardasa 2400 olacaq. 2400 metr. 2400 metr. Deməli bu 2400 bunun nə idi? 2400 bunun nisbi hündürlüyü. Yəni
Çayda buna nə deyirik? Mənbə ilə mənsəb arasındakı hündürlük fərqinə nə deyirik? Düşməsi. Düşmə deyirik. Məsələn, Düstur necə idi? Düşmə bölünsün uzunluq meyilliliyi tapmağa imkan verirdi, düzdürmü? bəli, bəli. Aha, indi çayın deyək ki, düşməsi 2400-dür, uzunluğu isə 3200-dür. Onda onun meyilliyi nə qədərdir? 0,75. 1,75. Yox, 0,75. 0,70, 1 tam da deyil, 24-ü bölündə təbii ki, 32 sıfırla başlayacaq. 0,75. Aha, metr bölünsün Bu kilo. A çayıdır. Bu Bunu A çayı. tapdı. Digərinə baxaq. Digərində isə mənbə ilə mənsəb arasındakı hündürlük fərqi mənfidir. Biri 19,6, digəri isə -4,4-dür. Nə qədər temperatur fərqləri var? Bu 24 edəcəkdir bu. 24. 24 dərəcə fərq eləməsi üçün mənbə ilə mənsəb arasında nə qədər fərq olmalıdır? Vursaq 1000-ə bölsək 6-ya bir dəqiqə gözləyim. 1000 metrə 6 eləyir. 4000. 20, bəli, 4000 fərq Hə, edir. 4000. 4000. İndi burada da düşməsi deməli 4000-dir. 4000-i biz bölsək çayın uzunluğu 2500-ə Aha, o da eləyəcək 1,6. 1,6 eləsin. Deməli belə çıxır ki, ikinci çay daha meyilli çaydır, daha sürətli şəkildə axır, düzdürmü? Bəli. Birinci meyilli azdır. İndi görək nə 0,75, digəri 1,6-dır. Yadımızda saxlayaq. İndi oxuyaq. Deyir ki, verilmiş göstəricilərə əsasən mənbə ilə mənsəb arasında təbii komponentlərin daha az dəyişikliyə məruz qaldığı çay müəyyən edin. Hansında daha az dəyişiklik baş verir? A-da məncə az dəyişikliyi var. Bəli, çünki onun hündürlüyü nisbətən Azdır o. azdır, düzdür. Sonra məruz qaldığı çay müəyyən deyir ki, əsasən mənbə ilə mənsəb arasında təbii komponentlərin daha az dəyişikliyə məruz qaldığı çay müəyyən edin və fikrinizi əsaslandırıb yazın. Yazacağıq ki, A çayı fikrimizi əsaslandırıb qeyd eləyəcəyik ki, A çayının meyilliliyi, Hündürlüyü azdır. A çayının düşmə kəmiyyəti, yəni mənbə ilə mənsəb arasında hündürlük fərqi azdır. Ona görə A çayında yüksəklik qurşaqlarına o qədər çox rast gəlinmir. Çünki zirvəsi müsbət temperatura malikdir, aydındır. Yəni soyuq Bəli. iqlim şəraitində formalaşan və yaxud məsələn mənfi temperaturda formalaşan landşaft tiplərinə burada rast gəlinmir, düzdürmü? Belə Bəli. qeyd eləyəcəyik. Ona görə təbii zonası daha azdır, dediyimiz kimi. Çünki düşmə kəmiyyəti mənbə ilə mənsəb arasında hündürlük fərqi azdır və bunu əsaslandırdıq. İndi keçirik digər. Deyir, vilayətin fiziki coğrafi rayonları üzrə formalaşan iqlim yarım tiplərinə aid nümunələr yazın. Məsələn, Gəncəyə aid bir dənə nümunə deyin. Gəncəyə aid məsələn yazmaq olar. Bir də landşaft, burada landşaft soruşur daha doğrusu bu şeydə. Məsələn, vilayətin ərazisində mövcud olan, o mövcud olmayan landşaft bir nümunə deyin. Kiçik Qafqazda hansı landşaftlar yoxdur? Hansı landşaftlar? Aha, 2 dənə landşaft yoxdur Azərbaycanda. Kim kömək eləyər? Subnival, Nival. Səhra, Nival var. Hə. Nival Səhra yoxdur. Dağ Çünki yarım səhra ilə Nival yoxdur. yarım səhra bəli. Dağın ətəyində, Böyük Qafqazda elə bil ətəkdə yarım səhra, zirvədə Nivaldır. Bunda dabandakı, yəni ən aşağıdakı ilə ən yuxarıdakı yoxdur. Aydındır? Bəli. Səhra, yarım səhra landşaftı yoxdur. Demək, yarım tiplərə aid O nümunələr. yarım tiplərə də yaza bilərik. Qışı mülayim keçən yarım səhra və qurucu. Aha, qış bu rast gəlinməyəni soruşur ha. Rast gəlməyən. Bir dəqiqə Onda rast gəl. yaz- Hə, yox, bir dəqiqə bu birisində idi, üzrlü say. Birinci hissə ilə qarışdırdım. O birisində rast gəlinməyən soruşur, ayda olmayan soruşur. Bunda rast gəlinən soruşur. Gəncə. Nə yazarsın Gəncə? Qışı mülayim keçən yarım səhra və qışı quraq keçən mülayim isti yazmaq Qışı olar. quraq keçən mülayim isti, qışı quraq keçən nə yazarsan? Qışı Soyuq. mülayim keçən yarım səhra qurucu, sonra qışı quraq keçən soyuq iqlim. Yox, yox, bax. Qışı Qışı burada Kiçik Qafqazda yarım səhra, quru çöl yoxdur. yoxdur. Əsasən yazacağıq nə? Qışı quraq keçən mülayim isti, qışı Mülayim quraq isti, keçən soyuq, bir də dağ dağ tundra. tundra. Əslində bunu demək olar ki, əksəriyyətinə yazmaq olar. Vulkanik yaylaya da dağ tundra yazmaq olar. Amma Qarabağ silsiləsində də bir dənə Həkəriyə qeyd eləməyək. Sonra Və Səkərin bir qışı hissəsi quraq keçən mülayim isti və qışı quraq keçən soyuğu hamısına yazmaq olar. Hətta Qarabağın özünə, Qarabağın şərqində yayı quraq keçən mülayim isti iqlim də var, az miqdarda.
Qarabağ silsiləsinin şərqində az miqdarda yayı quraq keçən mülayim. Kiçik Qafqaz tərəfi əsasən qışla başlayır. Qışı quraq keçən mülayim, qışı quraq keçən soyuq. Elə bunları yazsaz yetərlidir. Hamısında amma dağ tundra yoxdur deyə ona görə məsələn hamısına yazmağa ehtiyac yoxdur. Elə əsas elə burada qışı quraq keçən mülayim, qışı quraq keçən soyuq və salam. Hamısına keçərlidir. Yəni bu bu yarım tip hamısının üçün səciyyəvidir. Yəni ən dəqiq bildiyimizə əsaslanaq ki, səhv olmasın. Necə nəsə demək istəyirdin, Maksud? Yox, xeyr mən. Aha, 34-cü sual Nihat Sultanov. Deməli, burada relyef və iqlim nasıl olaraq hər bir region özünə məxsus şəbəkəsi yaranır. Belə bir-birindən fərqlənir. Verilmiş Aslında burada göstərici bir A və dəqiqə B. üzrlü say, bir dəqiqə. Bəli. Sanki buradakı bu bura səhv düşmüşdü. Bu 99-cu sual bura səhv düşüb. Fikir verirsən? 99-cu sual. 99-cu sualda oxuduğu, tapdığı belə Bəli. qulaq asın. Bu Hə. heç bu cədvəllə əlaqəli bir şey deyildi, düzdür? Axtardı, Bəli. tapdıq, amma heç bir şey istifadə eləmədik. Ona Aha. görə 99-cu sualda olan qeyd əslində burada 34-cü sualın situasiyası imiş. Düzdür? Bəli, hə. Çünki burada eyni bu mətn səhvən orada kopyalanıb. Ona görə demək istədim ki, orada yanlışlıqla o qeyd olunub. Eyni şeylərdir, eyni cavablar. İndi burada cavabı tapmışdıq. Birincidə nə idi? A-da 0,75. İkincidə nə idi? B-də 1,6. 1,6 idi. İndi baxaq. Deyir, verilmiş göstəricilər əsasən mənbəyi ilə mənsəbi arasında təbii komplekslərə daha az dəyişikliyə məruz qaldığı çayı müəyyən edin. O hansı çaydır? A çayıdır. A çayıdır, bəli. Çünki A çayında mənbə ilə mənsəb arasında hündürlük fərqi azdır. Bəli, az Yəni idi. həm də zirvəsində temperatur müsbətdir. Yəni soyuq aşağı temperatur şəraitində formalaşan landşaft tiplərinin onun zirvəsində rast gəlmək olmaz. Yəni əsaslandırıb yazacağıq. A çayını, birinci çayın özünü, sonra əlamətini. Bəli. Sonra 101-ci sual ikincisinə yazacaqdır. Dağ çayıdır B, düzən çayıdır A. Səbəbi Səbəbi də meyliliyin çox və ya az olması. deyəcəkdi bunda düşmə kəmiyyəti Bəli. kəmiyyəti kiçikdir. Düzdür? Çayın Bəli. mənbəyinin də temperaturu müsbətdir. Bu da çayın alçaq ərazidən başladığını deməyə əsas verir. Amma B çayının mənbəyi mənfidir. Bu onun daha yüksək hissədən başladığını deməyə əsas verir. Düzdür? Bəli. Yəni bunu da mütləq temperaturla bağlı ifadələr orada zirvəsində mənbəyində mənfi temperatur, müsbət temperatur anlayışlarını orada izah edirəm ətraflı şəkildə ki, tam situasiyanın cavabı olsun. Sonra 102-ci. Çayın dərəsində baş verən proseslər onların yarada biləcəyi relyef formaları. Deməli, A çayı yuxarıda düzən çayıydı da A çayı. Bəli, düzən çayıdır. Düzən çayı yarada bilər meandr. Ondan sonra axmazlar yarada bilər, kiçik göllər qırağında. Axmaz. Ondan sonra deməli, əyri-üyrü axması nəticəsində meandr dedim, başqa. Akkumulyativ mənşəli düzənliyi formalaşdıra bilərmi? Bəli. Gətirmə konusları yarada bilər. Sonra Bir də U şəkilli relyef forması U yarada bilər. şəkilli dərələr formalaşdırır, bəli. Bəli. B çayında V şəkilli, dar, kanyonvari dərələr, Düzdür. Astana şəlalələr, Düzdür, Astana şəlalə. kanyonvari dərələr dedim, başqa qalmadı Elə məncə. yetərlidir. Deyəsən dərəsində baş verən proseslər dib eroziya yazarsan güclü bilir. Çünki proses V eroziyası, bəli. bəli, dib eroziya, bu birisində isə yan eroziyadır. A-da yan eroziyadır. A və B çaylarının mümkün təsərrüfat əhəmiyyəti. A çayında dağ çayı yox, düzən çay olduğuna görə gəmiçilikdə, qayıqçılıq və ya avarçılıq idman növlərində demək, elə istifadə etmək suvarma və olar. nəqliyyat yaz bəsdir. Bəli. Yat. O birisində isə B əsasən çayında axım güclü olduğuna görə elektrik enerjisindən elektrik enerjisi kimi istifadə etmək olar. enerji əldə edilməsi üçün Bəli. təsərrüfat əhəmiyyəti böyükdür. Yaxşı, burada da rafting yarışları həyata keçirilir dağ çaylarında. O qayığa minirlər, qayığın aşmasına mane olmasın, sürətli şəkildə hərəkət edirlər. Sonra digər uşaqlardan görə kim var? Müjgan var burada. Müjgan buyur.
Deyir ki, Günəş və yerin daxili enerjisinin təsiri nəticəsində təbii komponentlər arasındakı əlaqə o qədər möhkəm və davamlı olur ki, onların bir-birində baş verən dəyişiklik digərlərinin də dəyişməsinə səbəb olur. Nəticədə fasiləsiz inkişaf və yenilənmə təmin olunur. Və cədvəldə müxtəlif ərazilər üçün verilmiş göstəricilərin əlaqəsini və onların bir-birindən asılılığını təhlil etmək olar. Burada mənim illik buxarlanma 2000-dir. Bu da Rütubətlənmə 2000. əmsalı bərabərdir. Yağıntı bölünsün buxarlanma qabiliyyəti, düzdür? Yağıntı 100-dür, buxarlanma qabiliyyəti isə 2000-dir. Necə ərazidir bu? Bu quraq ərazidir. Yəni 100-ü 2000-ə böləndə neçə qalır? 0.5. %5. Aha, 0-dan %5. Deməli, burada demək, Birdən kiçikdir demək quraq birdən əraziləri. həddindən artıq kiçikdir. Birdən yox, hətta 0-a çox yaxındır demək. Yəni deyək. Demək, bu təbii ki, rütubət çatışmamazlığı müşahidə olunan ərazidir, düzdürmü? Özdə gündüz ilə gecə arasında kəskin temperatur fərqi var. Burada sutkalıq temperatur amplitudası çox yüksəkdir. Fiziki aşınma güclü olacaq, düzdür? Digərində isə hansı iqlimə bənzəyir? Rütubətlənmə əmsalı vahiddən böyükdürsə demək rütubətli ərazilərdir. Mülayim. Bu mülayimdir. Səncə 3000 millimetr yağış yağıb, 1950 buxarlanıb, bir də gündüz temperaturu 28, axşam 22 dərəcədir. Səncə mülayimdə gündüz 28, axşam 22 olur, yoxsa hansı ərazidir bura? Daim isti və rütubətli. Ekvatorial. 2000-3000, bəli. Bu ekvatorialdır. Bu 2000-3000 ekvatorialdır, bəli. Həm də temperatur çox yüksəkdir. Sutkalıq temperaturlar. Sonra digərinə hansına bənzədərik onda? Bu müəyyən qədər mülayimə bənzəyə bilər, düzdür? Bəli. Çox yağıntılıdır bu da. Elə əmsal neçəyə bərabərdir? 1-ə bərabərdir. Burada da kifayət qədər rütubətlənmə var. Burada ifrat dərəcədədir. Əslində ən yüksək göstərici ikincidədir. Sonra indi başlayaq suala. Deyir, verilən göstəricilər əsas məntəqələrdə gedən əsas aşınma növünü müəyyən edib, gəldiyiniz nəticənin səbəbini əsaslandıraraq yazın. Məsələn, A-da hansı aşınma gedəcək? A-da da kimyəvi. Su yoxdur, axı kimyəvi getsin. Fiziki. Fiziki. Sonra B-də kimyəvi olur. C-də də üzvü olacaq. Mülayim yeniliklərdə, meşələrdə üzvü aşınma üstünlüyü təşkil edir əsasən. Əslində üzvü və kimyəvi aşınma bir-birlə demək olar ki, ya eyni ərazilərdə müşahidə olunur. Belə, deyir, fikrinizi əsaslandır. Birincide yazacağıq ki, rütubət çatışmamazlığı əsasən ərazinin quraq olması, yəni isti və quraq iqlimdə suxurların gündüz həddindən artıq istidən genişlənməsi, gecə isə temperaturun kəskin azalması ilə əlaqədar soyuması, onların səthində çatların yaranmasına və sonradan parçalanmasına səbəb olur. Bu fiziki aşınmadır. Su, deyəcək ki, yağıntının miqdarının həddindən artıq çox olması, ərazinin ifrat dərəcədə rütubətlənməsi, ikincidə B-də kimyəvi aşınma səbəb olur. C-də isə dedi, istilik və rütubətin normal olması əsasən burada üzvü aləmin inkişafına səbəb olur. Nəticə etibarilə burada üzvü aşınma baş verir. Nə yağıntı ifrat deyil, nə də temperatur həddindən artıq kəskin, nə aşağı, nə də yuxarı deyil. Normal temperatur şəraiti müşahidə olunur. Deyir, verilən məntəqələrdən iqlim formalaşmasına təsir edən əsas hava kütlələrinin adını yazın. Məsələn, hansı hava kütlələr? Birinciyə hansı hava kütləsi təsir edəcək? Məsələn, A-ya. Tropik, düzdür. İkinciyə onda ekvatorial. Üçüncüsüdə də mülayim olacaq. Mülayim. 105-ci sual. Məntəqələrin xüsusiyyətlərini. Xəritə uyğun gələn ərazi. A-ya hansı rəqəmi qeyd etməliyik? A-da tropikdirsə onda 3 ola bilər. 3, bəli. Avstraliya səhralarını qeyd edəcəyik. Sonra B-yə ekvatorial ərazidə təbii ki 2-ni qeyd edəcəyik, Zonda adalarını. C-yə də mülayim yenilikləri birinci qeyd edəcəyik. Amerikada mərkəzi düzənlikləri, düzdür? Demək, bura yaza bilərik, məsələn, Avstraliya yaza bilərik, böyük qumlu səhrası. Sonra 2-yə yaza bilərik, məsələn, Zonda adaları. 1-ə də yaza bilərik, mərkəzi düzənliklər Amerika ərazisində. Sonra 26-cı suala baxaq. Görə 26-da kim cavab vermək istəyir? İlahə buyursun. Deməli, mən burada
Dünyanın ən böyük hissəsi olan Böyük Səhra Atlantik Okeanına qırmızı dənizə geniş ərazidən əhatə edir. Bu ərazilər geoloji keçmişdə rütubətli iqlimə malik olmuşdur. Lakin yeni xəyal oxun orbitin hissəsində nəzərən meylin dəyişməsi nəticəsində ərazinin səthi, qum təbəqəçiləri, şahid dağlar, yaylar və vahələr örtülmüşdür. Bu ərazilər insanlar tərəfindən zəif məskunlaşmışdır. Yerli əhali tez-tez baş verən quraqlardan və su çatışmazlığından əziyyət çəkir. Buna baxmayaraq Böyük Səhra Afrika materikini tam təmin edə biləcək çox böyük su ehtiyatına malikdir. Deməli 106-cı sualda deyir ki, verilmiş ərazidə suya olan tələbatı ödəmək üçün istifadəsi mümkün olan zəngin su ehtiyatının növünü və ikincilikdə su varmanı tətbiq edildiyi dövrü müəyyən edib yazın. Zəngin su ehtiyatı olar artizan suları. Bəli, yeraltı sular, artezyan suları. Əkinçinin tətbiq edildiyi dövr isə il boyu olar. Bütün Bəli, il il boyu. boyu. Çünki bura səhra, yarım səhradır. Zaten o səbəbdən həmişə suya ehtiyac var. 107. Sonra 107 verilmiş ərazinin qərbində formalaşan iqlim tipini və onun əmələ gəlmə səbəbi. İqlim tipi tropik iqlim olar. Tropik Əmələ səhra iqlim tipi. Bəli. Əmələ gəlmə səbəbi də soyuq kanal cəryanının təsiri Düzdür. olar. Məsələn, axı dənizə, okeana çıxışı var. Dəniz sahili yağıntılı olmalıydı, amma kanal cəryanı təsirli ərazi quraq olur. Sonra 108-də verilmiş ərazi olan təbii zonanın yaranmasının səbəbini və ərazinin relyefinin formalaşmasına təsir edən eksogen qüvvələri müəyyən edib yazın. Yenə də yaranmasının səbəbi tropik iqlim, bir də kanal cəryanı. bəli, verilmiş ərazidə olan deyir təbii zonanın yaranması səbəbi. Dediyi ərazinin tropikdə yerləşməsi, yüksək təzyiq, enən hava kütlələrinin hakim olmasıdır. Düzdür? Bunu da qeyd eləmək lazımdır. Enən hava yüksək təzyiq qurşağında yerləşir və ərazinin relyef formalaşmasına təsir edən eksogen qüvvələr. Külək və temperatur olar. Külək və bəli, günəş əsasən, düzdür? Günəş istiliyi fiziki aşınmaya səbəb olur, düzdürmü? Demək belə. Sonra 37-ci sual. Fira buyur zəhmət olmasa. İki ölkənin sərhədində yerləşən Asu hövzəsi okean səviyyəsindən 402 metr aşağıdadır. Dəniz adlandırılsa da hidroloji xüsusiyyətləri və coğrafi mövqeyinə görə göldür. Gölə bir böyük və bir neçə kiçik çay tökülür. Orta duzluğu 320 promillidir. Təsərrüfat əhəmiyyətinə malikdir. Bu ölü dənizə uyğun gəlir. Bəli, çox alçaqda yerləşir. Dünyanın ən quruda yerləşən ən alçaq ərazisidir. Və 320 promilli dünyada heç bir su obyektində yoxdur. Ancaq ölü dənizdir. Aha, Bəli. davam edin. A gölünün adını ölü dəniz və onun 5 litr suyundan. Burada deyir 320 promillidir. 5-ə vururuq. 1 litrdə Eləyir 320-dir. Bəli, 5 litrdə nə qədər olacaq? Ondan 5 dəfə artıq olacaq, düzdür? 1600. Nə qədər oldu? 1600. 1600. Aha, sonra Yer. kiloqram A gölünün soruşur da, bəli burada. 5 litrdən. Yox, burada diqqətli olaq. Bax, deyir ki, Kiloqramla. burada 5 litr. 1 litrdən neçə qram düzəldə olunur? 320, düzdür? Elədir, qram. Düzdürmü? Bəli. 5 litrdən nə qədər düzəldə olunur? Dedi 1600 1600 qram. qram. İndi kiloqramdan soruşur cavab. Bax, bura diqqət eləmək lazımdır. Olacaq nə qədər? 1,6. Bəli, 1,6 kiloqram. 1000 qram 1 kiloqramdır, düzdür? Elə deyil? Bəli, bəli. Aha, olacaq 1,6 kiloqram. Yaxud bunu elə məsələn birbaşa kiloqrama çevirib vura da bilərsən. Sonra yəni litri tona çevirə bilərsən, birbaşa o cürdə hesablaya bilərsən. Sonra yazdıq bunu, sonra deyir A gölünün ərazisində yerləşdiyi ölkələri hansı ölkələrin arasında yerləşir? Bu sərhəd gölükdə İsraillə İordaniya Bəli, sərhədində İsrail, yerləşir. İordaniya, düzdür. Sonra Gölə tökülən əsas çay. Bunu amma bilmirəm. elə ölkələrin birinin adı iləndir. Yordan çayı. Yordan çayı. Yordan çayı bəli. Hə. Demək belə. Və 11-ci sual, 111. Yerləşdiyi iqlim qurşağı tropik. Aha. Sahilində formalaşan təbii zona elə tropik. Səhradır, səhra. Səhradır, yarım səhra. Tropik adında landşaft yoxdur. Landşaft deyəndə ərazinin Hə. səthində nə yayılıbsa onu deyin. Aha, sonra. Yüksək duzluğun səbəbi. Bura yağıntının az düşməsi ola bilər. Yəni, yağıntının az düşməsi, axarsız olması. Axı göllər axarsız olanda duzlu olur. Çayların tökülməməsi. Çayların az tökülməsi, yox tökülməməsi deyənmərik. Çünki özü yuxarıda deyir, çay tökülüb. Hə, az tökülməsi. Bəli, çayların az miqdarda şirin su gətirməsi, sonra axarsız olması, tropik ərazidə yerləşməsi, bu əraziyə düşən yağıntının miqdarının az olması, buxarlanmanın isə
Çox olmaz. Çünki şirin su buxarlanır, duz qalır göldə, düzdür? Yəni ilk öncə axarsız olması, ən duzlu olma səbəblərindən biri axarsız olmasıdır. Axarsız olması, quraq iqlimdə yerləşməsi, buxarlanmanın çox yağıntının az düşməsi, çayların az miqdarda şirin su gətirməsi, bu kimi səbəbləri qeyd edəcəyik. Əsas təsərrüfat əhəmiyyəti nədir? Buradan turizm ola bilər. Turizm, bəli. Bir də duz yığılması üçün də əhəmiyyəti var, düzdür? Duz istehsalında da istifadə oluna bilər. O qədər duzludur ki, çiməndə belə yuyunanda orada insanlar batmır. Qadir, buyur zəhmət olmasa. 38-ə baxırıq müəllim. Bəli, bəli. Deyir Baş Qafqaz silsiləsi A və B iqtisadi rayonlarının təbii sərhədi kimi ayırır. Bu iqtisadi rayonlarda təbii şəraitin müxtəlifliyi əhalinin ərazi üzrə məskunlaşmasına təsir göstərir. Ölkənin sərhədləri boyunca yerləşən iqtisadi rayonların xarici iqtisadi əlaqələrinin qurulmasında mühüm rola malikdir. A iqtisadi rayonunun tərkibində olan bütün inzibati rayonların xarici ölkə və ya ölkələrlə həmsərhəd olması onu qonşu iqtisadi rayonlardan fərqləndirir. Səncə A iqtisadi rayonu hansıdır? Böyük Qafqazda yerləşməlidir. Axşam keçmişik bunlar. Zaqatala, Bəli, Şəki-Zaqataladır. Çünki Şəki orada olan Zaqatala bütün rayonlar ərazisi. həm deyir xarici ölkədən, onsuz da Böyük Qafqazda Yaquba Xaçmazdan söhbət gedir ya da Şəki-Zaqatalanın. Əgər Bəli. xarici ölkənin, çünki Dağlıq Şirvandır, Abşerondur, Abşeron Xızıdır, Bakıdır. Bunların heç birisinin xarici ölkənin sərhədi yoxdur, düzdürmü? Bəli. Deməli, ya Quba Xaçmazdır, ya da Şəki-Zaqatala. Quba Xaçmazda yalnız Xaçmazla Qusarın sərhəddi var, amma Şəki-Zaqatalada hamısının sərhəddi var. Deməli, A oldu Şəki-Zaqatala. Sonra? A iqtisadi rayonda əhalinin sıxlığını verib. Bəli. B iqtisadi rayonda. İndi suala keçim. Keçək suala. Deyir A və B iqtisadi rayonların əhalisinin sıxlıq fərqini və bu rayonlarda əhalinin qeyri-bərabər paylamasını təsir edən amilləri müəyyən cədvələ yazın. Sıxlıq fərqi asandır. Neçə nəfər fərqi var? Sıxlıq fərqi 9. 80-dən 80,3-dən 71,3 çıxacaq. 9 nəfər bölünsün. Kvadrat kilometr əsasən sıxlıq fərqi var. 9 olacaq cavab. Sonra Əhalinin qeyri-bərabər paylamasını təsir edən amil bir dənə əsas amil deyə bilərsən məsəl üçün. Ən əsas hansıdır? dağlıq relyef. Və ərazinin relyef şəraiti, bəli. Sonra deyə bilərik məsələn ərazinin relyefi, sonra iqlim şəraiti, bəli. Bəli. Sonra məsələn Xəzər dənizi müəyyən qədər təsiri ola bilər, məsələn bilində yalnız. Relyef, bir də təbii şərait. Vəssalam. Təbii şərait və relyef amili. Ən tutarlı, belə deyən, bildiyimiz əsas cavabı qeyd edək. Sonra A və B iqtisadi rayonuna aid olan xüsusiyyətləri müəyyən edib cədvələ yazın. A iqtisadi rayonunu götürdük biz Şəki-Zaqatala. Bəli. Həmsərdə olduğu xarici ölkələr, deməli Rusiya ilə Gürcüstana düşür. İqtisadi rayonların tərkibində olan inzibati rayonlar. 3-ü yaz. Zaqatala. Zaqatala. Küdrü Şirvan. Rayonlar inzibati rayon soruşur. Niyə? Küdrü Şirvan, Kür çökəyinə aid bir fiziki. Onu qarşıladım mövzusan. Zaqatala, Balakan. Şəki. Şəki. Sonra? Qax. Qəbələ. Oğuz. Qəbələ. Qəbələ. Sırayla yazsaq qərbdən şərqə doğru bir dəqiqə üzülürsən mən saniyə yerimdə. Demək, qərbdən şərqə saysaq bəs necə saya bilərik? Demək, Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ. Bunlardan hansı iki ölkə ilə sərhəd idi? Balakanla Zaqatala. Bir də Qax. Gürcüstanla həm də Rusiya ilə. Şəki, Oğuz, Qəbələ isə yalnız Rusiya ilə sərhəd idi. Özü də bu tərəfə yazmalıydım. Mən səhv yerə yazdım. Balakan, Zaqatala, Qax, demək, Şəki, Oğuz, Qəbələ. Digərində hansı ölkələri də demişdik, hansı ölkələr idi? Rusiya ilə Gürcüstan dedik. Rusiya, bir də Gürcüstan.
Aha. Digərində bəs B-də Beyk Quba İqtisadi rayonu. Xaçmaz, düzdür? Bəli, Quba Aha. Xaçmaz. Həmsərhəd olduğu ölkə, Rusiya, həmsərhəd olduğu rayonlar, Qusardır, bəli, Qusar, Xaçmaz, Quba, Xaçmazdır, Qubadır. Xaçmaz, Yox, Xaçmazı yazmışıq. Şabran, Şabran, Siyəzən. Deyəzən, vəssalam. Bunlardan Quba ilə Xaçmaz Rusiya əsəridir. Sadəcə bizdə tərkibində olan rayonlar soruşur. İnzibati rayon. İnzibati rayon deyəndə baxın, İnzibati xəritədə Azərbaycan rayonları öz əksini tapır. Amma fiziki rayon deyəndə, məsələn, əraziyə görə təyin olunur. Ola bilər ki, bir rayonun ərazisi, məsələn, düzənlik hissəsi, məsələn, başqa bir, məsələn, deyək ki, burada elə məsələn, Qubanı götürək və s. digər, məsələn, Balakəni götürək. Bir hissəsi dağlığa düşən hissəsi, məsələn, Balakənin Zaqatala, Lahıc fiziki coğrafi rayonuna aiddir. Düzənlik hissəsi Qanı Xərçəy, Kürçək elinə aiddir. Amma inzibati deyəndə o fərqi yoxdur. Rayon tam şəkildə nəzərdə tutulur. Yəni inzibati deyəndə birinci rayonun özündən söhbət gedir. Sonra A və B iqtisadi rayonlarına aid iqlim və landşaft xüsusiyyətlərini müəyyən edib cədvələ yazın. Üçün ümumi olan nümunə yaza bilərik. Həm Şəki Zaqatalada olsun, həm də Quba Xaçmazda. Yağıntıları bərabər paylanan yaza bilərik. İqlim hansı? Yağıntılara bərabər paylanan istiqlim. Doğrudur. Çünki həm Qusar maili düzənliyində var, Bəli. Quba Xaçmazda, həm də Böyük Qafqazın cənubi yağıntıları bərabər paylanan mülayim isti. Afərin. Sonra ikincisində Bir də dağ tundra iqlimi sadəcə Balakən Zaqataladadır. bəs Quba Xaçmazda yoxdur. Şahdağ silsiləsi var orada. Şahdağ zirvəsi üzürlüsən. Yox, ondan bir dənə soyuq iqlim götürə bilərik. Bütün fəsillərdə olmayan. Bəli, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. Bəs Bəli. bir dənə də Qubada var, amma Balakən Zaqatalada yoxdur. Quba Xaçmaz tərəfdə var. Onun hansı idi? qışı quraq keçən soyuq. Düzdür. Qışı quraq keçən soyuq iqlim, doğrudur. Evet. Sonra digər ərazisində əsasən yayılan landşaft tipi ümumi olan bir dənə elə bir şeydir ki, ikisində də olsun. Landşaft, Məsələn, bəli. yarım səhra, Bəli, yarım səhra landşaftı. Çünki Samur dəvəsində də var, həm də Şəki Zaqatalanın demək Kürtölkə ilə qovuşduğu hissədə var. Sonra dağ meşə deyə bilərik. Məsəl üçün ümumi olsun rahat. Dağ çölləri, dağ meşələri, Bəli. düzdür? Subnival landşaft, nival landşaft. Bəli. Bunlar ortaq cəhətlərdir. Dağ çəmən olar bəs? Bəli, 100% dağ çəmən. Çünki o Böyük Qafqaza sökəndə ikisi. Biri baş su ayrıcının şimal şərqindədir, biri cənubunda. Həmin zonada olan bütün təbii landşaftlar bunların ərazisində rast gəlinə bilər. Sonra görək kimlər var. Ayşən. Bəli. Burada deyir ki, relyef və iqlim xüsusiyyətlərindən asılı olaraq çaylar yer səthində qeyri-bərabər paylanmışdır. Dağlıq ərazilərdə çayın orta meyilliyi yüksək, düzənliklərdə aşağı. Burası nəzəriyyətdə relyef çayın hidroloji çayın təsərrüfat əhəmiyyətinin müəyyən olunması. A çayının mənsəbi dünya okeanıdır. Deməli, mənsəbi 0 metrdir. Bəli. Keçdiyi ərazinin böyük hissəsində akkumulyativ relyef formaları üstünlük təşkil edir. Onun mənbə ilə mənsəbi arasında temperatur fərqi 5,4-dür. Deməli, 900 metr fərqi var. 900 metr. Uzunluğu isə 3000 kilometrdir. Çayın meyilliyini soruşur. 903 minə böləcəyik. Böləndə nə qədər eləyəcək? 903 930-a böləndə? 0,3. Deməli, bu necə saydı onda? Düzənlik çayı. Düzənlik saydı, meyilli yazdı. Bəli. Əsas hissəsinin axdığı ərazinin relyef formasını müəyyən düzənlik. Bu getdi 116. Verilənlər Bir də əsasında axdığı ərazinin relyef formasını müəyyən edin. Bir də A çayının orta meyilliyini tapmışıq, düzdür? Bu tam gedir cavab, doğrudur. 16-cı sual. Aşağı axımına aid olanları müəyyən edib yazın. Dərəsinin forması necə yəni? U şəkilli olacaq. U şəkilli, elə. Meandrlar o şəkildə dərə. Meandrlı, çay dərəsi formalaşacaq və U şəkilli olacaq. Çünki burada dib eroziya yox. Hansı eroziya güclüdür? Yan eroziya. Yan eroziya, bəli. Sonra dərəsində üstünlük təşkil elə o da yan eroziya. Dərəsində yan eroziyanın fəaliyyəti nəticəsində yarana biləcək göllərin mənşəyi axmazlar. Azərbaycan ərazisində yaranan eyni mənşəli göllər. Sarısu, Ağgöl, Hacıqabul. Ağgöl, düzdür.
Düzdür. Hamısı tam şəkildə. Sonra 17, 117. Cədvəl. Xəritə sıxımında verilən dərəsinin əsas hissəsinin yerləşdiyi relyef formasına görə A çayına oxşar çayları göstərən Yəni rəqəmlər düzənlik müvafiqdir. çaylarını soruşur. Rəqəmlər tam görünmür. Biri buradadır 2. Volqa çayı Xəzər dənizinə tökülür. O olar. Aha, biri Düzənlik 2'dir. çay. Sonra biri burada 5'ti Sonra Colorado çayıdır. o olmaz, o dağ Aha, bu çaydır. getdi. Biri burada 3 Amazon çayıdır. Sonra 3 olar. Yox, Bəli. 3. Amazon Hə, da olar. sonra. Biri burada Yansızı çayıdır. Tibet yaylasından O başlayır. olmaz, o da çox yüksək Onun yerdən çox yüksəkdən başlayır. Bəli, onun mənbəyi çox hündürdür deyə mənbəyi ilə mənsəb arasında 900 metr olma ehtimalı yoxdur, düzdür? azdır. Sonra demək digər. Bir də Məsələn 4 burada var 4 yuxarıda. bəli, burada şeydir, Olar. Bob çayıdır, bəli. Bob çayı 4. Deməli nələri sildik biz buradan? 5-i sildik, 1-i sildik, düzdürmü? Aha. Yaxşı. Hə. Deyir, xəritə sıxımında verilən dərəsinin əsas hissəsinin yerləşdiyi relyef formasına görə A çayı ilə oxşar olan çaylar göstərən rəqəmlər müvafiq çayların adı. Deməli, 2 tire qoyacağıq Volqa, 3 tire qoyacağıq demək Amazon. Amazon, 4 tire qoyacağıq Ob çayı. Sonra Eroziya vasitələrinə aid olan müvafiq sahələri. deməli Yəni Xəzər, töküldükləri yerlər. bəli, bəli. Volqada Xəzər, Amazonda Atlantik okeanı, Atlantik okeanı, o şimal buzlu, şimal ha, okean. okean Karib dənizi. Kare üzülürsən. Sonra müəyyən etdiyiniz çayların mənsəbinin yerləşdiyi müvafiq ölkələr. Mənsəb demək birinci Volqa çayının mənsəbi hansı ölkədir? Rusiya. Rusiya, Amazon Mənsəbi töküldüyü yer. Hə, bəli, bəli, Rusiya. Braziliya. Braziliya. Sonra bir də qaldı Obun mənsəbi də yenə hansı ölkə oldu? Demək. O da Rusiya. Rusiya, bəli. Belə mənsəblərini soruşur, hansı ölkədən tökülürlər, belə deyir. Nihat buyur. Deməli, burada uzunluğu 200 kilometr olan A çayı Azərbaycanda Kür çayının ən böyük sağ qollarından biridir. Bu çay mənbəyini 3120 metr yüksəklikdən götürür və 3 metr hündürlükdə Kür çayına tökür. Söhbət Araz çayından gedir. Arazdan. Arazın uzunluğu 200-dür. Yox. Araz Azərbaycan daxilində formalaşır. Yox, Araz qarışdırdım. Türkiyədən başlayır. Azərbaycan daxilində formalaşır. Bir də oxuyaq davamını. A çayının Yox, yox. mənbəyinin yerləşdiyi fiziki coğrafi rayonun ən hündür zirvəsi Dəldağdır. Deməli, Araz çayının bəzi sol qollarda öz mənbəyini bu fiziki coğrafi rayondan götürür. A çayı suvarmada və elektrik enerjisinin istehsalında mühüm əhəmiyyətə malikdir. Çay hövzəsində müxtəlif faydalı qazıntılar yayılmışdır. Burada verilmişdi fiziki coğrafi rayon. Əslində sənə tam aydın şəkildə deyil. Bir damcı belə bir xəritəni orada gözünün qabağına gətirə bilsən, canlandıra bilsən. Orada elə bir çayı seçməlisən ki, həm üzərində su elektrik stansiyası olmalıdır, həm yəni ki, bu Həkəri ağlıma gəlir. Həkəri Araza tökülür axı. Bizə kürə tökülən lazımdır. Hə, kürə tökülən sağ qolu Tərtər çay. Tərtər də bəli, tərtər. Hə. Üzərində sərsəng, su Mən qovşan. mən fikrim Araza gedir. Mən ona görə Dedim tapa axı Araz bilmədim. 200 kilometr, Araz 1072 kilometrdir. Bir də Araz Əvvəl Azərbaycan. Arazdaydım, ona əvvəl Araz deyəndən sonra Arazın qollarını axtarmağa başladım. Hə, Araz kür, tökülən sən Araza. Tərtər. Demək bu deyir ki, Deməli, burada bir-iki məsələyə diqqət edir. Məsələn, deyir ki, yerlə başlandığı vilayətin fiziki coğrafi rayonun ən hündür zirvəsi Dəli dağdır. Dəli dağ. Bu Dəli dağ Kiçik vulkanik yayladadır da, Kiçik Qafqazdan Bəli, var. Kiçik Qafqaz. Orada da Tərtər də ən böyük Hə, cəbhədir. bəli. Hı. Deməli, A çayının adını soruşur bizdən Tərtər çay. Milliliyini istəyir. Deməli, bizə mənbəyi hanı? 3120 metr, 3 metr yüksəklikdə. Deməli, 3117 bunun olacaq. düşməsidir. Aha. 3117. Böləcək Bunu 200. da kilometrinə böləndə 200-ə. O da eləyir 15 təqribən. 15-16 arası. Eləsin 15-ə. Bəli, Sonra- çay milliyi 15 oldu. Onu da ortadakı hissəyə yazsaq. İndi bunu dəqiqləşdirib yazırsınız da orada tam bölürsünüz 100. Bəli. 15,5 elə təqribən. 15,5. Sonra
Mənbəyini Mənbəyinə A çayı ilə eyni fiziki coğrafi rayondan götürən çayların adı Həkəri demək olar, aha, Bərküşat. Həkəri Dəldağdan başlayır elə. Bu özü ə, Gəlinqayadan başlayır ha. Bəli, Tərtərin bəli. mənbəyi Gəlinqaya zirvəsidir. Ondan sonra Kürəkçay demək olar. Fizik deməli. Kürəkçay hə, elə Həkəri de bəsdir. Elə ən az bir çay istəyir onsuz. Bir çay bəsdir. Çünki Növbəti suala vulkanik keçəm. yayladan o şeylə Hə, Kürəkçay dedin. bəli. Yox, Kürəkçay Kiçik Qafqazın şimalındadır. Murovdan şimaldadır. Tam qətiyyən heç uyğun gələn bir şey deyil. Bəlkə Müəllim, buyur. Lev çay demək olar. Kiçik çaylara ehtiyac yoxdur. Elə bir dənə nümunə deyirsən. Məsələn, vulkanik yayladan başlayan Arpa çay var. Düzdür, o Ermənistandan başlayır əslində. Amma vulkanik ərazidən başlayır. Demək, mənbəyi amma Ermənistanda o. Orada kiçik çaylar var, bəli. Məsələn, oradan keçən çaylardan nümunələr deyə bilərik. Məsələn, Həkərinin qollarından. Sonra Lev çay var, bəli. Kəlbəcər ərazisində. Bunlar kiçik çaylardır. Elə bir dənə orada əsas elə Həkəriyə görə qoyub o bir dənə nümunəni. Çünki Həkəri də Dəlidağdan başlayır, bu özü Gəlinqayadan. Azərbaycan daxilində başlayan iki dənə orada mühüm çay var. Biri Tərtərdir, biri də elə Həkəridir. Digər çaylar kiçikdir. Onlar çox da istifadə olunmur. Növbəti Sonra suala keçməlim. o birisi suala bəli. A çayının aid olduğu hövzə ilə Araz hövzəsi arasında su ayırıcı olan coğrafi obyektin adı. Bu A çayı deməli Kiçik Qafqaz nəzərdə tutur. Kiçik Bir A Qafqaz çayının dağları. aid olduğu hövzə ilə Araz hövzəsi arasında su ayırıcı olan coğrafi obyektin adı. Yəni demək istəyir ki, Kür çayı ilə aid olduğu hövzə Kür çökəkliyidir. Araz hövzəsi arasında hansı su ayırıcı silsilə var? Qafqaz silsiləsi ola bilməz. Orada həmin hissədə Var, bir də vulkanik yayla var. Qarabağ silsiləsi var, düzdür? Qarabağ silsiləsi, hə. Yəni Qarabağ silsiləsi var, Qarabağ vulkanik yayləsi, sonra Qarabağ silsiləsi gəlir. Ardıyla. Ardıcıl olaraq bu vulkanik Onda yayla. Qarabağ silsiləsi yaza bilərik. Qarabağ silsiləsi bəli, qeyd eləyə bilərik. Deməli, A çayının axdığı tektonik zonanın adı Kiçik Qafqaz qalxması, bir də Kürdağ arası çökəkliyi. Əslində elə bu Qarabağ vulkanik yayləsindən başlayır. Elə vulkanik yaylanın özünü qeyd eləmək daha məqsədi oldu. Qarabağ vulkanik yaylası. Sonra A çayının axdığı tektonik zonaların adı Kiçik Qafqaz qalxması, Kürdağ bir də arası Kürdağ əyilməsi. çökəliyi bəli. A çayının A çayının mənbəyi mənbəyindən mənsəbinə doğru yayılan suxurlar aid geoloji dövrlər. Vulkanik yayladan başladığına görə onu biz 4-cü dövr vulkanik suxurlarını demək sonra olar. gəlir hansı? Deməli, Kiçik Qafqazdan yuxarı hissələrində Mezozoya aid Bəli, Yura Təbaşir. Düzdür, Yura orada Təbaşir. Paleogen də var az miqdarda vulkanik yaylıya doğru. 4-cü dövr bir də Paleogen. Burada Yura Təbaşir, sonra yenə Kür çökəkliyinə çıxır. Neçənci dövr? 4-cü dövrün çökmə suxurları bu dəfə. Bəli. Sonra A çayının axdığı iqtisadi rayonların adı. Deməli, Bərdədə tökülür. Bəli, bəli. Bərdə, Başlayır, Laçın. iqtisadi rayonu soruşur səndən. İnzibati rayon soruşmur. Hə, iqtisadi rayon. Şərqi Zəngəzur, Qarabağ. Hə, Qarabağ. Elə Qarabağda tökülür. Qarabağda bəli. Bərdə çünki indi onun tərkibinə aiddir. Sonra Deməli, A çayından təsərrüfat məqsədilə istifadə edilən inzibati rayonların adı. Deməli, hansı rayonlardan keçib? Bax, inzibati rayon indi rayonların adını yaza bilərsən. Bərdə, Laçın, Demək, Kəlbəcər, Kəlbəcər, Ağdərə, Ağdərə, Tərtər, Laçın. bir də Bərdə. Laçın demək olar mı? Laçın yox, demək olmaz. Hə. Demək, Kəlbəcər, Ağdərəni yazmasaz da olar. Çünki Bəli. Ağdərə dediyimiz kimi hələ yeni dərsliklərdə o qədər də istifadə olunmur, amma yazsaz da səhv deyil. Artıq çünki qəbul edilmiş bir rayondur. Demək, keçdiyi rayonlar bunlardır. Kəlbəcər, Ağdərə, Tərtər, demək Beyləqan rayonları. Beyləqan nə deyirəm? Üzr istəyirəm. Bərdədən. Bərdə demək tökülür Kür çayına. Ona görə bu rayonların adını yazmaq lazımdır. Sonra A çayının axdığı fiziki coğrafi rayonları rəqəmlə deməli müəyyən edin. Bu vulkanik yayla. Aha. Burada. Qarabağ silsiləsi, bir də Qarabağ silsiləsi, ondan sonra da Kürdağ arası. Bəli, Kürdağ arası bu hissə. Kürdağ arasında hansı fiziki coğrafi rayondur? Deməli Qazax, Qarabağ fiziki coğrafi rayonu bəli. Qazax Qarabağ fiziki coğrafi rayonunu keçəndən sonra yenidən hara gedib çıxır? Mərkəzi Aran.
Bax, bu Qazax Qarabağ fiziki coğrafi rayonudur. Bax, bu Bəli, işarə bəli. edeyim sizə. Bəli. Bax, bu Qazax Qarabağ Kür fiziki. Araz, Kür Araz hissəsinə Bəli. artıq Bu hissə, gəlir. bax, bu hissə başlayır buradan. Bəli. Buradan başlayır, bax bu hissə. Bax, bu hissə Kür Araz fiziki coğrafi rayonudur. Kür Araz. Onu demək az miqdarda gəlib Kür Arazda çıxır. Az hissəsi. Bəli. Sonra Xəritə xəritə sıxım qeyd etdiyiniz rəqəmlərə müvafiq olaraq A çayının axdığı fiziki coğrafi rayonların adını. Elə bunu qeyd elədik. Aha. Bu deyir A-çayının axdığı fiziki coğrafi rayonların rəqəmlərlə xəritə sxemində qeyd edin. Birinci rəqəmlərlə qeyd edib, sonra Bəli. o rəqəmlərə uyğun adını Adlarını da, yazmaq. Məsələn 1, 2, qeyd 3, elədik. 4 qeyd eləmişiksə, onlara uyğun məsələn Bəli, tutaq bəli. ki, qeyd elədiyimiz məsələn rəqəmlər və onların adlarını belə qeyd eləyəcəyik, bəli. Sonra 41-ci sual. İsa buyur. Deyir ki, A və B məntəqələri şimal tropik üzərində və eyni saat qurşağının daxilində yerləşir. Bu məntəqələrin saat qurşağının vaxtı Azərbaycanın yerləşdiyi saat qurşağından 9 saat irəlidədir. Yəni Azərbaycan şərqdədir də. Aha. D məntəqələrin yerləşdiyi saat qurşağının orta meridianında saat 12-ni bu zaman A Sual mənə məntəqəsi tanış gəlir. Dünən işləmiş yerdəsə bu sualı ya da Bu hansı qəbul var məncə? görməmişəm. 2023 idi, yoxsa 2022 idi? Var, qəbullarda var. 2024-də deyəsən, 24-də olmalıdır. Birində var 100%. Bu yaxın ildə keçirilənlərdən birincisindədir bu sual. Davam elə. Deyir ki, məntəqələrdən yerləşdiyi saat qurşağının orta meridianında saat 12 olmalıdır. O zaman məntəqəsində yerli vaxt 11:40. A-dan şərqdə yerləşən B məntəqəsində isə 12. Bunu nəzərə alırıq məntəqələrin coğrafi koordinatlarını Günəşin üfüq üzərində vəziyyət, kölgənin düşdüyü istiqamət və digər xüsusiyyətləri müəyyən etmək olur. Aha. İndi Azərbaycanın yerləşdiyidir A və B məntəqələri demək şimal tropik üzərindədir. Şimal tropik üzəri neçə dərəcədir? 23,5. Burada deyir ki, bu məntəqələrin saat qurşağının vaxtı Azərbaycanın yerləşdiyi saat qurşağı. Azərbaycanın yerləşdiyi saat qurşağı neçədir? 3-cü saat qurşağında. Yəni dərəcə qiyməti neçədir? 45. Deyir ondan 9 saat irəlidədir. 9 saat irəlidədirsə o neçədədir onda? 9, 15, 90, 135 qabaqda 180. 180. Deməli neçənci saat qurşağındadır? 12-ci. 12-ci saat qurşağı. Onun kənar meridianları neçə idi? Bizə lazım olacaq. 175 qərb, 175 şərq. Yox, kənar meridianları 175. 172,5. 172,5. Bəli. Qərb 172,5 şərqdir. Bunun kənar meridianlarıdır. Bəli. İndi ancaq məntəqələrin yerləşdiyi saat qurşağının orta meridianında saat deyir 12:00-dir. Yəni günorta vaxtıdır. Biri ondan 20 dəqiqə daha doğrusu geridədir. Bir də 20 dəqiqə 20 qabaqda. dərəcə irəlidədir, düzdürmü? Bəli. Demək onlar yerləşdiyi saat qurşağından neçə dərəcə fərqlidirlər? Yəni 20 dəqiqə neçə dərəcə fərq edir? 1 dərəcə 4-ə böləcək. 4 dəqiqə idi. 4-ə böləndə 5 dərəcə eləyəcək, düzdürmü? Bəli. Deməli, biri 180-dən sağda 175 qərb uzunluğundadır. Digəri isə 180-dən solda 175 şərq uzunluğundadır. 175-in solu şərqdə, sıfıra yaxın olan hissəsi. İndi baxaq, deyir, verilənlərə əsasən A və B məntəqələrinin yerləşdiyi saat qurşağını, onun orta meridianını. Saat qurşağı neçə oldu? Saat qurşağı 12-ci saat qurşağıdır. Orta meridianında 180. Aha. Və saat qurşağının sərhədlərini müəyyən edin. 72,5 şərq, 170,5 qərb. Aha, 172,5 qərb, qərb uzunluğu, şərq uzunluğu. Deyir A və B orta meridianı bunu təyin elədik də zaten, bunu soruşurdunuz da. 172, 122. A və B məntəqələrin coğrafi koordinatları ondan yerləşdiyi Günəşin zəngdə olduğu gün. A-nın koordinatı neçədir? A-nın koordinatı 175 şərq. Enliyi bəs? Enlikdə 23,5. 23,5 bəli. Şimal. B-də 23,5 qərb. 175 bəli, 5 dərəcə şərq. O birisində isə B saatda daha irəlidə, o qərbə düşür, daha sağda. 175 Demək, 175 qərbdədir. 175
5 qərb zonunda. İndi isə deyir, A və B məntəqələrinin yerləşdiyi enişlərdə günəş zenitdə olduğu gün ekvatorda şaquli dirəyin kölgəsinin düşdüyü istiqamətləri təyin edin. Məsələn, Evet. səhər, Tezdən çıxdı. Günəş şərqdə çıxıb qərbdə batır da. bəli. Əgər günəş şimal tropiki üzərində zenitdədirsə, səhər vaxtı. Deyək, Bəli. səhər tropikin qarşısından çıxıbsa və buradan çıxıbsa, ekvatorda kölgə hansı istiqaməti göstərəcək? Cənub qərbə düşəcək. Bəli, Dal- cənub-qərbə. daldan. Cənub-qərb. Cənub-qərbi göstərəcək. 90 dərəcə olsa cənub hissəyə Demək, günorta vaxtı günəş burada olanda, günəş şimaldan düşəcək, kölgə cənuba cənubu göstərəcək. axşam Axşam vaxtı isə günəş qərbə keçəndə, günəşin düşdüyü tərəf şimal-qərbdir, kölgə yönələcək hara? Cənub, şərqə. şərqi. Deməli, istiqamətlər Müəllim, bular. Buyur. onda yəni günəşin çıxdığı yerdə yəni kölgə onun əksi olur da. Bəli, günəş hansı tərəfdədirsə, kölgə onun əksi istiqamət. Günəş, məsələn, səhər-səhər bu tropikdən çıxıb axı. Günəş düşür şimal-şərqdən, kölgə yönələcək cənub-qərbə doğru. Günəş, məsələn, Bəli, günorta vaxtı şimaldan düşürsə, kölgə yönələcək cənuba. Günəş axşam vaxtı, məsələn, şimal-qərb tərəfdən gəlir, kölgə düşəcək cənub-şərq tərəfə. Cənub-şərq. Axı, günəş şimal tropiki üzəri hərəkət edir. Ekvator ondan aşağıdadır da, düzdür? Ekvatorda duran məntəqəyə görə, ekvatorda olan məntəqəyə görə günəş necə dəyişirsə, kölgələr onun əksi istiqamətində dəyişir. Sonra 123-cü. A və B məntəqələrin yerləşdiyi saat qurşağı, orta medianlar, kəskin okeanlar, yüksəklərin kəskin okeanlar, şimal buzlu olar, sakit olar, bir də sakit olarlar. Burada Cənubi okeanda bir dəfə cavabda gəlmişdi, amma hələlik o tam belə qəbul olunmur da, belə deyək. Şimal Bəli. buzlu, Və sakit. sakit. Bir də Cənub okeanı ilə belə yazaq bura. Çünki bir dəfə cavabda gəlmişdi 180 dərəcəli median kəsdiyi. Sonra A və B məntəqələri ilə eyni saat qurşağında yerləşən ölkələr. Rusiya ilə ABŞ ola bilər. ABŞ, Rusiya, bir də kiçik dövlətlər var, mikro dövlətlər. Bu şeydə düşmüşdü, bu hardasa 2024 idi səhv eləmirəmsə. 2024-də düşmüşdü, indi yadıma düşdü. Bu situasiya 2024-ün situasiyasıdır. Sonra kiçik dövlətlər. Bəli. Bir dövlətləri bilməm, sayıcı. Ekvatoru boyunda. Sonra necə? Kiçik dövlətləri bilməm. Bu elə iki nümunə ABŞ-la Rusiyanın qeyd elədin, əslində yetərlidir. Yeni Zelandiyanın da bir hissəsi ora düşür. Çünki o da 175 dərəcə şərq zonunda yerləşir. Bir hissəsi 175-ə düşür. A məntəqəsində günəşin zəngdə olduğu anda Bakıda yerli vaxt 23 yerli vaxt deyir, hə. A məntəqəsi 175 75 şərq. düzdür? Bəli. Aha. İndi Bakıda burada günortadırsa, deməli onda 12:00-dır. Bakı neçədədir? 50 şərq uzunluğu. Arası Bakı məsafəli 135. O da bayquş da özü vermiş deyəsən. Burada vermiş, nəyi vermişdi? 135 deyil, 15-ə bölüm. 9 saat fərq vardı. Bəli. Yerli vaxtı tam 9 saat edir. Bəli. Burada sadəcə olaraq orada Bakının yerləşdiyi 3-cü saat qurşağı ilə fərqi vermişdi. 175-dən 50 çıxanda 135 qalır, yoxsa 125? 125 qalır. O 3-cü saat qurşağı ilə 180-in arasında olan məsafə idi. O da 8 saat. Ona görə dəqiq çıxmaq lazımdır. Görsən alt-alta çıxmaq lazımdır və yaxud necə. Demək 125-i də 15-ə bölsək 8 saat olur, 8 dəfə 15. Qalıq 5 qalır. Onu da 4-ə vursaq 20. Aha, 20 edir. 8 saat 20 dəqiqə. İndi o Bakıda saat neçə olacaq onda? Onda 12. Əgər zenitdədirsə 12-dir. 3:40-a düşəcək. Yazıda qalsın günəş zenitdə olanda 12:00 olur. Neçə 3:40 eləyəcək bəli. Bəli. 3:40. Belə, sonra 42-ci sual. Həsən Yusifzadə. Bəli. Situasiyanı oxuyum müəllim. Tədqiqat gəmisi okeanda cənub tropik xətti boyunca şəxs.
çatacaq məntiqi insanlar yox. Deməli, bu da cənub tropik xətti deyirsə, cənub boyunca A limanından şərq 155 dərəcə şərq uzunluğunda materik müəllim Avstraliya olar da. 155 dərəcə şərq. Bax, deyir ki, boyunca şərq istiqamətində hərəkət etdi. Gəminin hərəkətə başladığı məntəqə ona ən yaxın materikdə olan A limanından şərqdə. Ona ən yaxın materik hansıdır? Avstraliyada. Avstraliyanın ucqar şərq nöqtəsi 150-dən keçir. Deyir, ona ən yaxın materikdə olan A limanından şərqdə 155 dərəcə şərq zonunda yerləşir. Yəni Avstraliyadan şərqdə yerləşir bu obyekt. Düzdür? Bəli. Bəli. Deyir ki, gəminin çatacağı materikin ən hündür dağ sistemi paleozoid. Yəni ən hündür dağ sistemi paleozoiddə olan. Yəni bu materikin ən hündür dağ sistemi paleozoiddə yaranır. Bu da Avstraliyada ən hündür dağ sistemi paleozoiddə yaranır. Çünki digərlərində hamısında cavan dağlar var. Düzdür? Beydonda Cənub Amerika olur. 75 B dərəcə. limanının yerləşdiyi 75 dərəcə qərb zonunda yerləşir. Bəli. B limanının yerləşdiyi materikin ən hündür dağ sistemi isə Kaynozoidadır. Bu hansı Antaqlardır. Antaqlardır. Soruşur ki, A limanının yerləşdiyi ölkə yüngül əlvan metal, hansı ki boksit idi, düzdür? B limanının yerləşdiyi ölkə isə ağır metal nə idi? Mis. Mis idi. Xammal hasilatına görə demək dünyada seçilir. A və B limanlarının yerləşdiyi ölkələrin əhalisinin əsas dili Hind-Avropadır. Çünki Amerikanı da, Avstraliyanı da ingilislər mənimsəyib, bir də İspanlar. Demək, Çilidir, İspan mənimsəyib, Avstraliyanı isə ingilis, düzdür? İkisi də Hind-Avropadır. Biri Avstraliya, German, deyək ki, Çili, Roman dil qrupudur. Amma bizdə dil qrupu hələlik soruşulmur. Baxaq suallara, görək sualda nə A və istəyir. B limanlarının yerləşdiyi materik. Gəminin hərəkət etdiyi A olacaq Avstraliya, B də Cənub Amerika. Düzdür? Sakit okean olar. Okean olaraq bəli, sakit okean. Sonra? Gəminin hərəkətə başladığı və çatacağı məntəqələr arasında yerli vaxt fərqini hesablayıb yazın. Deməli, mən 155-dən 75-i toplayırıq, 230 eləyir. Demək, bir Sonra dəqiqə deyir, ona ən yaxın materikdə olan A limanından şərqdə. %175 dərəcə şərq zonunda yerləşir. 155. 155-də və məntəqə isə ona ən yaxın materikdə olan B limanının qərbdə 75 dərəcə qərbində yerləşir. Nə qədər aralarında fərq var? 230, 360-dan çıxanda 130 eləyir. 130. Onun fərq eləyəndə 15-ə bölürük, 8 saat. 10 dərəcədə oradan qalır, eləyir 8 saat 40 dəqiqə. 8 saat 40 dəqiqə. Aha. Sonra aşağıda A və B limanları gəminin hərəkət etdiyi okeanın hansı sahilində yerləşir? Demək, Qərbdə yerləşir da. deyir ki, gəminin hərəkətə başladığı və çatdığı məntəqələr arasında yerli vaxt fərqini tapdı. Buradan A və B limanlarına aid olan xüsusiyyətləri müəyyən. A, B limanları gəminin hərəkət etdiyi okeanın hansı sahilində istiqamətdə yerləşir? Biri A və B limanları gəminin hərəkət etdiyi okeanın hansı sahilində yerləşir? Biri okeanın qərb sahilindədir, düzdür? Bəli, bir də şərqdə. Biri də şərqdədir, düzdür? Sonra A və B limanlarının yerləşdiyi materiklərin ərazisində mövcud olan dağ sistemləri. Antaqları, birində də böyük su ayırıcı. Böyük su ayırıcı və antaqları. Sonra A və B limanlarının yerləşdiyi hissədə materikin sahilindən keçən okean cəryanını, biri Şərqi Avstraliya, digər isə bir də Peru. Peru, bəli. Və s. Bir də onun iqlimə təsiri Şərqi Avstraliya rütubətlənmə gətirir, o birisi quraqlıq. Quraq iqlim formalaşmasına təsir göstərir. Sonra Müəllim, aşağıya fırlayın. Aşağıya fırlayaq. Sonra aşağıda nə var idi? A və B limanlarının yerləşdiyi ölkələrə və onların əhalisinə aid olan xüsusiyyətləri müəyyən edib cədvələ yazın. A və B limanları müvafiq olaraq yerləşdiyi ölkə və onun inkişaf səviyyəsi. A, Avstraliyada inkişaf etmiş ölkə. B də Çili, inkişaf etməkdə olan ölkə. Düzdür. A və B limanlarının yerləşdiyi ölkələrin dünyada ən böyük hasilat rayonlarına malik olduğu Avstraliya boksitdir, Çili də mis. Misdir.
Sonra A və B limanlarının yerləşdiyi ölkələrin əhalisinin əsas hissəsinə aid olduğu dil qrupunu soruşur. Germandır, Çilidə German, Roman. Romandır, bəli. Belə. Bir də situasiyaya bir dənə baxaq görə yanlış bir şey qeyd eləmədik. Demək, tədqiqat gəmisi okean troxel boyunca istiqamət hərəkət etdi. Gəminin hərəkətə başlanan məntəqə ona ən yaxın materikdə olan A limanından şərqdə 155 dərəcə. Gəminin çatacağı məntəqə isə ona ən yaxın materikdə olan B limanından demək qərbdə yerləşir. A limanının yerləşdiyi materikin ən hündür dağ sistemi. Heç bir problem yoxdur. Sonra bu belə. Demək, bu neçənci idi? 42. 42. 42 dənədir. Mən 44 yadımda saxlamışdım nəyəsə görə. 42 dənə. 82 dənə ondadır. Nəyəsə elə. Niyə mənim yadımda 44 dənə qalıb bilmirəm. Belə. Demək, bizim nə qədər vaxtımız var? Vaxtımız yekunlaşıb demək olar ki. Yaxşı, bunu da tamamladıq. İnşallah axşam çalışarıq. 2 dənə hissə test qəbuldan işləyər 2 dənə inşallah. Vaxtlayıb çalışaq 2-2 gedək. Səhər-səhərdə, o birisi səhər-səhərdə 11-də, yəni sabah səhər-səhəri çalışarıq. Yerdə qalan qəbullara baxarıq. Yaxşı? Yaxşı. Oldu, sağ olun. Oldu, sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.